Ya Allah, başlayaq uşaqlar. Bir daha hər birinizin axşamı xeyir olsun. Ola bilər bəzilərinə salamlaşdıq, bəzilərinə salamlaşmadıq. Hər kəsə uğurlar. İmkanınız olduğu qədər, bacardığınız qədər dərsi sona qədər dinləyin. Öz suallarınızı bildirə bilərsiniz. Ya Allah, başlayaq 38-ci sualdan. Nə deyir bizə? Deyir ki, iki cismin yerə nəzərən sürət vektorları təsvir olunmuşdur. Bir A cisminin B cisminə nəzərən nisbi sürətini hesablayaq. Uşaqlar, nisbi sürəti tapmaq üçün biz demişik ki, vektorların çıxılması qaydasını istifadə edəcəyik. Vektorları çıxmaq üçün qaydamız nə idi? Başlanğıclarını eyni nöqtəyə qoyub azalana doğru çəkirdik. Deməli, hər iki vektorun başlanğıcını eyni nöqtəyə qoyacağam. A vektorunu bu istiqamətə çəksək, B vektoru isə bu istiqamətdə olacaq. İndi baxaq görə kimin kimə istəyir? Deyir, A cisminin B cisminə nəzərən, yəni VA-nın B-yə nəzərən istəyir bizdən. Bu formada olanda yazırdıq VA çıxılsın VB. Həmişə azalana doğru çəkilir. Deməli, azalan burada A olduğu üçün A-ya tərəf çəkəcəm. Cavabımız olacaq sağ istiqamətdə Y variantı. Davam eləyək. Məsələn, 41-ci sualına davam eləyək. Orta sürət məsələsinə. Deməli, cisimlərin orta sürətini tapmaq üçün biz demişik ki, orta sürətin yalnız və yalnız bir dənə düsturu var. Ümumi gedilən yol, yəni yola görə deyirsə, ümumi gedilən yol bölünsün ümumi zaman. Yer dəyişməyə görə deyirsə, ümumi gedilən yer dəyişmə bölünsün ümumi zaman. İndi baxırıq bura. Bizə VT qrafiki verib. Deməli, biz gedilən yolu tapmaq üçün VT qrafikini fiqurun sahəsini tapmalıyıq. Deməli, biz ümumi olaraq V xətti ilə T xətti arasında qalan bu sahəni tapmalıyıq. Bax, ümumi bu sahəni tapmalıyıq. Bundan ötürü nə edəcəm? İlk öncə bu düzbucaqlının sahəsini hesablayacağıq. 2 vurulsun 10. Neçə eləyir? 20. Qaldı bizdə digər düzbucaqlının sahəsi. Bu hissə mavi rənglə göstərdiyimdir. Buradan bura 2-dir. Hündürlüyü isə 5-dir. 2 vur 5, bu da edir bizdə neçə? 10. Deməli, ümumi yolumuz nə qədər olacaq? 20 metr burada getmişik, 10 metr də burada. Ümumi yolumuz olacaq bizim 30 metr. Bəs zaman nə qədərdir? Sıfırdan başlamışam, ümumi hərəkətə 4 saniyə vaxt sərf eləmişəm. 20 bölünsün, 30 bölünsün 4 cavab eləcək 7.5 metr bölünsün saniyə. Yəni bizim ortalama sürətimiz oldu 7.5 metr bölünsün saniyə. Digər sual 42-ci sualına davam edirik. Deməli, koordinatın zamanı asılı qrafiki verilmişdir, sürət tapmaq lazımdır. Biz bilirik ki, normalda V bərabərdir. Sx bölünsün T olur. Yəni S bölünsün T'dir. Bura x ilə yazsaq, Sx-in əvəzinə biz yazırıq ki, x minus x0 bölünsün T. X burada son koordinat, x0 isə başlanğıc koordinatdır. Cisim 5-ci koordinatdan hərəkətə başlayıb 10-cu koordinata dayanmışdır. Deməli, olacaq necə? 10 çıxılsın 5. Bu koordinatları dəyişmək üçün isə bizdə cəmi cümlətanı 10 saniyə vaxt keçmişdir. Deməli, 10 çıxılsın 5 eləyir 5. 5-i 10-a böləndə eləyəcək 0.5. Cavab olacaq C variantı. Deməli, 43-cü suala baxaq. Bəzən şagirdlər burada çaşır. Deyir ki, qrafiki görən kimi bir mənalı bəzi şagirdlər əzbərçilik xüsusiyyətinə keçib. Yəni, deyir ki, fiqurun sahəsini tapıb nəsə eləməli. Xeyr. Bu tip məsələdə, yəni, yalnız VT qrafiki olsaydı fiqurun sahəsini tapardı. Amma XT qrafiklərində fiqurun sahəsini tapmağa ehtiyac yoxdur. Deməli, nə edirəm? Deyir, koordinatı zaman asılı qrafik verilmişdir. Cismin hərəkət müddətində yola görə orta sürətini hesabla. Yenə yazıram. Orta sürətin bir dənə düsturunu bilirik. S bərabərdir, V bərabərdir. S ümumi bölünsün, T ümumi. Davam edirəm nəyə? Baxıram ki, cisim hardan başlayıb? Cisim 5-ci koordinatdan hərəkətə başlayıb, 2 saniyə müddətində isə hərəkət etmir. Belə 5-ci koordinatda dayanıb. 2 saniyəmiz boş-boşuna getdi. Yəni, biz hərəkət etmədik. Sonra isə neynədik? Ümumi düşdük -5-ə. Yaxşı. Mən S-i tapmaq istəsəm, dedim S-i tapmaq üçün son koordinatdan başlanğıc koordinata çıxmalıyam. Bölməliyəm T ümumiyə. Baxıram nəyə? Son koordinatımız neçədir? -5. Çıxılsın, başlanğıc koordinatı neçədir? 5-dir. Yaxşı, hərəkətə ümumi başlayandan axıra qədər, yəni neçə saniyə keçmişdir? 4 saniyə vaxt keçmişdir. Deməli, nə edirəm? -5 çıxılsın 5. Elədim -10 bölünsün 4. Bu da eləyir -2.5. İndi bir baxıram ki, mənfi nəyə göstərər? Cavablar hamısı müsbətdir. Biz demişik ki, vektorial kəmiyyətlərdə mənfi yalnız və yalnız istiqamət göstərir. Deməli, bu cisim mənfi o deməkdir ki, x oxun əksinə hərəkət edib. Həqiqətən də baxanda x hansı tərəfə yönəlib? Yuxarı, cisim hara gedib? X oxunun əksinə. Deməli, həqiqətən də x oxunun əksinə hərəkət etmişdir və qiymət oldu 2,25. Davam edirik. Deməli, məsələn, 54-cü sualdır. Bu da çaşdırıcı suallardan biridir. 56. Deməli, cismin koordinat zaman qrafikləri paraboladır.
hansı nöqtədə cismin sürəti sıfıra bərabərdir? Deməli, nə edirəm? Bu qrafik həmçinin belə bir qrafikə oxşayırmı? Bax, eyni bu grafikin simmetriyasını çəksəm, bu qrafik olacaq. Burada mən çəkdiyimdə x ox idi əvvəlcə, burada isə x oxun əksidir. Yəni, eyni şeydir. Bu tip məsələ nəyə oxşayır? Məsələn, daşın yuxarı atılması. Daşın yuxarı atılması. Biz bilirik ki, yuxarı atılmış cisimlər zaman keçdikcə sürəti nə edir? Azalır. Maksimal hündürlüyə qədər sürət azalır. H maksimal hündürlüyə çatanda isə sürət olur 0. Deməli, sürətin 0 qiyməti bunun ən minimal qiymətidir. Bizə də deyir ki, cismin sürəti harada 0-a bərabər olar. Deməli, ən yüksək nöqtədə, yəni x-in maksimal, yəni h-ın maksimal qiymətində. Yuxarıcı kimi olsaydı, bu nöqtədə olacaqdı, A nöqtəsində. Həmin qrafiki simmetrik tərsinə çevirsən, bu qrafik alınacaq. Burada da hansı nöqtəyə düşür? 3 nöqtəsinə düşür. Burada cavabımız nə olacaq? C variantı. Davam edirik. Məsələn, bir dənə qrafik məsələsi işləyək, 57. Deyir ki, OX oxunun əksinə bərabər yavaşlayan olsun. Deməli, OX oxunun əksinə deyirsə, bilirik ki, X oxunun əksi və istiqaməti olmasını sadəcə V göstərir. V müsbət olanda olur X oxu istiqamətində. X oxu istiqamətində. V mənfi olanda isə olur X oxu əksinə olur. İndi bizə deyir ki, X oxu əksinə olması üçün V mənfi olmalı. Deməli, biz bilirik ki, sıfırdan yuxarı isə müsbət, aşağı isə mənfidir. Deməli, X oxunun əksi istədiyinə görə yuxarı hissəyə baxmayacağım. 1-dən 2-ni silirəm. 1 getdi, 2 getdi, 2 getdi. Ya qalır 3, ya qalır 4. Deməli, şansımız biraz rahatlaşdı. İndi baxıram nəyə? Yavaşlayan olmalıdır. Yavaşlayan nə deməkdir? Sürət zaman keçdikcə azalmalıdır. Məsələn, burada sürət müəyyən bir 10 qiymətindən başlayıb. Aşağı doğru getdikcə, bax, burada olur 11, sonra necə olur? 12, sonra 13. Deməli, 4 qrafiki getdikcə sürətin qiyməti artır. Ona görə bu yeniləşəndir. Yeniləşən. Amma 3 qrafikində isə 10, sonra olub 9, sonra olub 8. Bir neçə saydan sonra isə sürət olacaq 0. Deməli, yavaşlayan hərəkət hansıdır? 3-cü hərəkətdir. Bunu bəzən belə də demək olar. Əgər xəttimiz T-yə yaxınlaşırsa, yaxınlaşanda olur nə? Yavaşlayan. Deməli, burada 2 dənə yavaşlayan var. Biri 2-dir, biri 3-dür. Sadəcə 2 x ox istiqamətindədir. O bizə lazım deyil. Bizə x oxun əksi lazım olduğuna görə cavabımız olacaq nə? Yalnız və yalnız 3-cü qrafik. Davam edirik. Baxaq buna. Deyək ki, 61-ci sualda sürətin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Arabacığın təcilinin istiqamətini müəyyən edək. Və yenə də deyirəm. Sıfırdan yuxarı baxıram ki, sürət müsbətdir, aşağı isə mənfidir. Bizim hərəkətimiz haradadır? Mənfi hissədə. Deməli, sürət mənfidir. Sürət mənfi olanda hara gedirdi? X oxunun əksinə gedirdi. X oxunun əksinə. Deməli, cisim bu istiqamətdə gedəcək. Sürətin istiqaməti oldu bu istiqamətdə. Yaxşı, necə hərəkət edir? Getdikcə zaman oxuna yaxınlaşır. Ya belə baxacaqsan, ya da ki, deyəcəksən, əvvəl 9 idi, sonra oldu 8, sonra oldu 7. Deməli, getdiyinə qiymətini azalır. Deməli, yavaşlayandır. Deməli, yavaşlayan olduğuna görə. Biz demişik, yavaşlayanın şərti nədir? Ya hər ikisi müsbət, ya hər ikisi, üzr istəyirəm, biri müsbət, biri mənfi, yəni əksi olmalıdır. Yəni, biri müsbət olanda, digəri mənfi, ya o birisi müsbət olanda bu mənfi olmalıdır. Yəni, sürət birinci halda müsbət vermişəm, ikinci halda mənfi, təcilimiz olmalıdır, müsbət. İndi baxıram, məndə sürət mənfidir. Yavaşlayan olması üçün A nə olmalıdır? Müsbət. Deməli, A hara yönəlir? Sağ istiqamətə yönəlir. Bizə deyir ki, təcil istiqamətini müəyyən elə. Biz tapdıq ki, təcil hara getdi? Sağa doğru yönəlmişdir. Cavab olacaq A variantı. Deməli, davam edirik. Baxaq görək hansı qrafiklərdən işləyək. Siz də uşaqlar, məsələn, bu lövhəni bu formada böyütdüm. Məsələn, hansısa sual, sizin beyninizdə sual doğurur. Şimdi ola bilər, mən seçdiyim suallar bəlkə də siz bilirsiniz. Amma hansısa sualı öyrənmək istəyirsinizsə, həmin sualı soruşa bilərsiniz. Məsələn, mən 74-ü işləyəcəm hal-hazırda. Deyir, koordinatının zamandan asılılığı bu formada verilmişdir. Dayanana qədər nə qədər yol gedir. Deməli, dayanma olması üçün biz bilirik ki, mütləq və mütləq son sürət nə olmalıdır? 0. Deməli, son sürət 0 olmaqdan ötürü biz bilirik ki, V nəyə bərabərdir? S bölünsün T və yaxud da X bölünsün T. Bu deməkdir, bir kəmiyyəti zamana bölürüksə, həmin kəmiyyətdən törəmə alsaq, elə həmin kəmiyyəti almış olar. Deməli, sürəti tapmaq üçün X-dan törəmə olmalıyıq. Biz bu qaydanı mexaniki reaksiya və dalğalar mövzusunda 11-lərdən çox istifadə etmişik. Sadəcə onlar üçün yeni bir şeydir. İndi baxıram, X-dan törəmə almalıyam. Gətirib yerinə qoyuram tənliyi. 30 plus 6T
çıxılsın 3T-nin kvadratı. Bunun törəməsini tapmaq lazımdır. 30 sabitdir. Sabitin törəməsi 0. Üstə gəl. 6T-nin törəməsi eləyir 6. Çıxılsın 3T kvadratının törəməsi eləyir 6T. Aha. Deməli sürəti aldıq biz necə? V bərabərdir 6 çıxılsın 6T. Dedi yaxı sürət 0 olmalıdır. Bərabərdir 0-a. Bu tənliyi həll edib zamanı tapmaq lazımdır hələ ki. Zamanı tapıram. 6 bərabərdir 6T. T bərabərdir 1 saniyə. Deməli cisim 1 saniyədən sonra nə etmiş olacaq? Dayanmış olacaq. İndi burada gedilən yolu tapmaq üçün 2 dənə qayda var. Ya istəsəz olduğu kimi tənlikdə yerinə qoyub. Gəlin birinci üsulu onunla yoxlayaq. Olduğu kimi yerinə qoydum. Yazıram x bərabərdir 30 üstə gəlinsin. 6 vurulsun 1. 6 çıxılsın 3 vurulsun 1-in kvadratı, bu da eləyir 3. Cavab eləyəcək 33. İndi yaxşı. 33 bizim cavabımız deyil ha. İndi baxın nədir? Cisim hardan başlayıb? 30-dan. Harda dayanıb? 33-dən. Neçə metr yol gedib? 3 metr. Ya belə baxacaqsınız, ya da ki S bərabərdir V0T plus AT kvadratı düsturub bax buradakı verilənləri gətirib yerinə qoyacaq. Cavab olacaq nə? 6T çıxılsın 3T'nin kvadratı. İndi 1-i yerinə qoysam 6 çıxılsın 3 cavab eləyəcək 3 metr. Deməli cisim nə qədər yer dəyişmişdir? Yəni nə qədər yol getmişdir? 3 metr yol getmişdir. Gəldik 80-ci sual. Bundan çox işlətmişəm mən sizə. Yenə də təkrar üçün xatırlatma edeyim. Həm V var, həm X var. Hər birinə deyəcəm. Deməli 80-də nətərdir? Cissimin sürətinin qrafiki verilmişdir. Cisim hərəkət istiqaməti neçə dəfə dəyişmişdir. Deməli uşaqlar, mən təsəvvür edin ki, sağa gedirəm. Məsələn, X ox istiqamətinə gedirəm. İndi geri qayıtmaq üçün geri qayıda bilmərəm ki, mən mütləq nə etməliyəm? Dayanmalıyam. Sürətim olmalıdır 0, sonra geri qayıtmalıyam. Deməli, sürət 0 olmalıdır, sonra geri qayıtmalıyam. Yəni, sürət harda 0 olur? Zaman oxu ilə kəsişdiyi hissələrdə hər yerdə sürət 0-dır. Hər yerdə sürət 0-dır. Və sürət 0 olandan sonra əks istiqamət olmalıdır. İndi baxıram nəyə? Burada bərabər sürətlə hərəkət edib, sonra yavaşlayıb, gəlib bu nöqtədə. Deməli, məsələn, bir nöqtəsində zaman oxunu kəsib və hətta keçib. Deməli, bir dəfə istiqamətini dəyişdi. Sonra gəldi. Zaman oxunu kəsdi. Yəni, sürət 0 oldu, amma istiqamətini dəyişmədi. İstiqamət dəyişsədi, yuxarı gedərdi, amma getməyib. Yenə qayıdıb bu istiqamətdə, bu formada yenə gəlib sürət 0 olub və dayanıb cisim. Yəni, burada istiqamət dəyişməsi neçə dəfə oldu? Bir dəfə. Deməli, VT qrafikində istiqamət dəyişməsi tapmaq istəyiriksə, zaman oxunu kəsib keçməlidir. Yalnız və yalnız bir dəfə. Bəs XT qrafiklərdə necə olur? XT qrafikində isə dönmə nöqtəsini götürəcəyik. Dönmə nöqtəsi. Deməli, nədir? X oxu hansı tərəfə yönəlib? Yuxarı tərəfə. Baxıram indi, bu hissədə cisim hərəkət etməyib, çünki yerdə dəyişmək. Burada başlayıb X oxunun əksinə getməyə. Gedib, X oxunun əksinə gedirik, hələ də davam edirik. Bu nöqtədə artıq biz başladıq nə etməyə? X ox istiqamətində getməyə. Deməli, biz dəfə istiqamətimizi dəyişdik. Əvvəl X oxunun əksinə gedirdik, indi isə X ox istiqamətinə gedirdik. Gəldik, bu nöqtədə yenə qayıtdıq əksə. Oldu 2, indi X oxunun istiqamətinə gedirəm. Yenə gəldim, 3-cü nöqtədə isə yenə qayıdıram X ox istiqamətində. Neçə dəfə istiqamətini dəyişdi? 3 dəfə. Deməli, XT qrafiklərində dönmə nöqtəsini, VT qrafiklərində kəsib keçmə nöqtələrinə baxacağım. Kəsib keçmə nöqtələri. Bu formada davam eləyək. Bir-iki dənə də qrafikdən qrafikə keçidlərə baxaq. Məsələn, 86-cı sualına davam edirik. Bir VT qrafiki bu formadasa XT qrafikinə baxaq. Deməli, nə edirəm? Yenə bax deyirəm. Aşağı hissə mənfidir, yuxarı hissə müsbət. Və mənim xətlərim hamısı müsbət hissədə. Onda yazıram. Birinci hissədə sürət müsbətdir. İkinci hissədə sürət müsbətdir. Üçüncü hissədə sürət müsbətdir. İndi baxıram. Getdikcə 0-dan başlayıb 1, 2, 3, yəni sürət artıb. Yəni zaman oxundan uzaqlaşıb. Deməli, yeniləşən hərəkətdir. Yeniləşən olması üçün A-da müsbət olmalıdır. Birinci hissədə A müsbət. Ümumiyyətlə, bu bizə lazım deyil. Əslində, mən təhlil qrafikini quracağım sizin, ona görə lazımdır bizə. Deməli, ikinci hissədə sürət müsbətdir və konstantdır. Yəni, sabit olaraq davam edir. Sürət konstant olanda avtomatik təcil nə olur? 0. Çünki A bərabərdir. V çıxılsın, V0 bölünsün T'dir. Bərabər sürət o deməkdir ki, bununla bu bir-birinə bərabərdir, çıxanda edir 0. Üçüncü hissədə isə getdikcə zaman oxuna yaxınlaşıb. Deməli, sürət müsbətdir, yavaş yəni hərəkət edəcək, onda A nə olacaq? Mənfi. Gəlin, birinci A-nı quraq özümüz üçün. Bu formada baxıram, A-nın T-dən asılı qrafiki. Deməli, ilk öncə A-mız müsbət idi. Biz bilirik ki, təcil olsun, qüvvə olsun və yaxud da qüvvə impulsu olsun. Bunların 3 cür qrafiki var.
Yəni düz qrafiklər, düz xətlər ya yuxarıdan, ya aşağıdan, ya sıfır üstündə. Deməli birinci hissədə A-mız müsbət olduğuna görə müsbətdən çəkdim T1-ə qədər. İkinci hissə A-mız sıfırdır, zaman oxunun üstündə çəkdim. Üçüncü hissə isə mənfi olduğuna görə aşağı düşdü. İndi gəlirəm X-a. Deməli birinci hissədə A da müsbət, V də müsbət yeniləşən hərəkət eləyəcək. Yeniləşən hərəkət olması üçün zaman oxunu uzaqlaşmalıdır. Bu bərabər sürətlidir, bunun üstündən xətt çəkirəm. Deməli qalan hamısı uyğun gəlir. Bax bu da uyğun gəlir, bu da uyğun gəlir, bu da uyğun gəlir, bu da uyğun gəlir. Gəlirəm ikinci hissəyə. İkinci hissədə konustan, yəni bərabər sürətli, yəni düz xətt olmalıdır. Bərabər sürətli hərəkətdə düz xətt olmalıdır. Yəni bu formada. Məsələn X-in T-dən asılı qrafikidirsə, bərabər sürətli hərəkətdə bu formada xətt olmalıdır. Baxıram, ikinci hissədə dayanmışdır cisim. D variantı sildik buradan. Gəlirəm B variantında eyni xətti verib, yenə dayanmaq göstərir. Bu da səhvdir, bunu da sildim. Qaldı nəyim? A və C. Bu da doğrudur, bu da doğrudur. Gəldim üçüncü hissəyə. Üçüncü hissədə isə cisim necə hərəkət edib? Yavaşıya. İndi baxıram, bu qrafiklər bizi çaşdıra bilər. Burada çaşmamaq üçün nə edəcəm? Bu xəttləri götürüb kopyalayacağım aşağı. Aşağı bunu kopyalayanda bu formada olur. Bunu kopyalayandasa bax bu formada olur. Bax bunu buradakı gətirib bura qoyanda bu formada olur. Bunu qoyanda isə bu formada olur. Burada nağda görürsünüz ki, X oxunun əksidir. Yəni bizdə isə X oxu olmalıdır və müsbətdir. Ona görə bunu silirəm, həm də yeniləşəndir. Bunu sildik. Burada isə X oxudur yuxarıda, bu da X oxudur. Yavaşlayandı mı? Bəli, yavaşlayanda cavab olacaq C variantı. Bu tip məsələdə biraz diqqətli olmaq lazımdır. Deməli, gəlin 84-ə baxaq. 84 də maraqlı sual oxşuyur. Deyir, cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Deməli, B cismi belə hərəkət edib, A cismi isə belə. Deməli, gəlin silah baxaq. Görək, A cismi necə hərəkət edir? A cismi yeniləşən hərəkət edir, zaman oxunu uzaqlaşır. B cismini aşağı kopyalasam, bu da bu istiqamətdə zaman oxunu uzaqlaşdığına görə bu da yeniləşən hərəkət eləmiş olacaq. Sadəcə A cismi X ox istiqamətində hərəkət edir, B cismi isə X oxunun əksi istiqamətdə hərəkət edir. Deyir ki, T0 anı üçün hansı fikirlər doğrudur? T0 anında baxıram ki, A ilə B-nin koordinatları kəsib. Yəni XA bərabər olub XB. Biz demişik ki, görüşmə olması üçün koordinatlar bərabər olmalı. Deməli, bu A nöqtəsində, yəni T0 zaman anında cisimlər nə eləmişdir? Görüşmüşdülər. Cisimlər görüşüblər. Sürətləri bərabərdir, bunu deyə bilmərik. Başlanğıc koordinatları bərabərdir. Xeyr, biri sıfırdan başlayıb, biri müəyyən müsbət x0 qiymətdən başlayıb. Bu da səhvdir. B-nin getdiyi yol A-dan çoxdur. Heç bir məlumatımız onun haqqında yoxdur. Çünki koordinatları bilmirik, söz tapa bilmərik. Hər iki cismin getdiyi yollara indi xeyr, bunu deyə bilmərik. Yəni bunu demək üçün bizə müəyyən qədər koordinatlar lazımdır. Məsələn, burası 0, 10 olardı. Burası məsələn 12, 10 olardı. Məsələn, onda B-nin getdiyi yol 2 metr olardı. A-nın getdiyi yol 10 metr olardı. Bunlar bərabərliyi heç bir haqqında demək fikir doğru deyil. Yəni cavabımız olacaq B variantı. Gələk 91-ci sualda baxaq. 91. Deyir, koordinatın zamanı asılı qrafiki verilmişdir. 7 saniyə ərzində gedilən yol yerdəşmədən səfə çoxdur. Deməli, biz bilirik ki, gedilən yolu tapmaq üçün bütün xətləri toplamaq lazımdır. Deməli, 3-dən başlamışam. İlk öncə düşmüşəm hara? Mənfi 4-ə. Nə qədər yol getmişəm? 7 metr. Yazıram. 7 metr getdim. Üstə gəlinsin. Bax, buradan 2-dən 5-ci saniyənin arasına, 2-dən 5-ə qədər mən yerimi dəyişməmişəm. Deməli, hərəkət etməmişəm. Üstə gəl 0. Üstə gəlinsin. İndi 4-dən başlamışam. Bax, 4-dən başlamışam. Gəlmişəm hara? 0-a. Neçə metr getmişəm? 4 metr. Deməli, yolum nə qədər oldu mənim? 11 metr. Deməli, yolu tapdıq ki, 11 metr. Əla. Davam edirəm yer dəyişməklə. Mən hardan başlamışdım hərəkətə? 3-cü koordinatdan. Son nöqtə hardadır? 0-da. Deməli, yer dəyişməni tapmağı üçün 3 çıxılsın 0 elədir 3. İndi mənə deyir ki, gedilən yol yer dəyişmədən neçə metr çoxdur? Neçə metr dediyi üçün çıxacam. S yol çıxılsın S yer dəyişmə bərabərdir. 11 çıxılsın 3 cavab eləyəcək 8 metr. Əgər desək ki, neçə dəfə çoxdur, yazacaqdır 11 bölünsün 3 bərabərdir. Elə 11 bölünsün 3 kimi də saxlayacaqdır, çıxıb gedəcəkdir. Deməli, hələ ki, birinci mövzudan bu qədər. Keçək ikinci mövzuya. Çevrə üzrə hərəkətə. Nəyə baxmadıqsa, yəni özünüzlə yenə onu təşkil edirsiniz. Mən sadəcə sizə kömək məqsədilə bir dərsdir. Biraz təkrarınıza mən kömək eləyəcəm ki, təkrarınız biraz da möhkəm olsun. Yəni əlavə təkrarda inşallah özünüz eləyəcəksiniz. Gəldik çevrəyə. Deməli nədir? Deməli çevrədən də ən aşağısı bir 10 dənə, 15 dənə sual işləyək ki, mövzunu ümumi təkrar eləmiş olaq. Baxaq nəyə?
Deməli, məsələn ikinci sual deyir ki, e, şəkildəki disk O nöqtəsi ətrafında bərabər sürətlə fırlanır. Deməli, bu formada bir çevrə üzrə hərəkət edir. Deyir ki, bərabər sürətlə fırlanan təcillərinin modullarını müqayisə edilir. Bax, bu formada fırlanan zaman biz nə edirik? Yəni, təcilin qiymətini istəyir. Çünki təbii ki, qiymətini istəyə bilər. Çünki modulunu istəsə, burada bir nöqtəsində bu istiqamət olacaq, iki nöqtəsində bu istiqamət, üç nöqtəsində bu istiqamət olacaq, təcil istiqamət. Çünki təcil həmişə mərkəzə yönəlir və bunun istiqamətləri tamamilə fərqlidir. Qaldı ki, qiymətlər A bərabərdir, ya istəsəz V kvadrat bölünsün R-nə yazacaqsınız qiymət olaraq. Qiymət olaraq ya belə yazacaqsınız. Onsuz da biz bilirik ki, çevrə üzrə bərabər sürətdir. Demək, sürət hər yerdə nədir? Konstant, bərabərdir. Və çevrədə hər yerdə radiuslar da eyni olduğuna görə, radius da konstant olduğuna görə bunlar hamısı bir-birinə olmalıdır, bərabər olmalıdır. Yəni, A1 bərabərdir, A2 bərabərdir, A3. Və yaxud da A bərabərdir omega kvadrat R kimi fikirləşərsiniz. Budaq sürəti hər yerdə eyni olduğu üçün radiuslar da eynidir. Deməli, A-da nə olmalıdır? Konstant qalmalıdır. Yəni, A1 bərabərdir, A2 bərabərdir, A3 cavabını götürmüş olacaq. Gəlirəm. Deməli, nəyə baxaq? Deməli, bircə saniyə. Məsələn, bir iki dənə də şifahi sual işləyək, nəzəri sual işləyək. Deyir, məsələn, buzaq sürətini ölçən cihaz. Nə ilə deyir ölçmək olar? Biz bilirik ki, fizikada perioddur, tezlikdir. Bu mövzudan söhbət gedir əslində. Period, tezlik və omeqanı biz nə ilə ölçəcəyik? Saniyə ölçənlə ölçülür. Saniyə ölçən. Çünki omeqanın düsturuna baxsam, omeqanın düsturu 2pi bölünsün t-dir, düzdürmü? 2pi'ni bilirik. Qiymət olaraq 6 götürürük. Lazım olanda bucaq olaraq götürürük. Yəni, əsas olur ki, qiymətini bilirik. Qalır yerdə bizə periyod tapmaq. Periyod da zaman olduğuna görə zamanı saniyə ölçəndən ölçülür, cavab olacaq B. 17-ci sual. Bir hansı fiziki kəmiyyətin vahidi beynəlxalq sistemdə əsas vahiddir? Biz bilirik ki, beynəlxalq sistemdə əsas 7 dənə vahid var. Metrdir, saniyədir, kiloqramdır, kelvindir, moldur, amperdir, bir də kandeladır. Kandelanın ümumiyyətlə keçməyəcəyi biz yerdə qalır 6 dənəsi. Baxıram ki, xətti sürətin vahidi metr bölü saniyə bu aid deyil. Bucaq sürəti dursun. Deməli, hansı şey əsas vahiddir? Tezlik 1 bölü saniyədir. Bunu silirəm. Mərkəzə qaçma təcilinin vahidi metr bölü saniyənin kvadratı. Bunu silirəm. Bucaq sürətinin vahidi radian bölü saniyədir. Bunu silirəm. Yerdə qalır periyod 1 saniyə deməkdir. Saniyə də beynəlxalq sistemdə əsas vahidlərdən biridir. Deməli, 21-ə baxaq. Deyir ki, sürəti 25 metr bölü saniyədir. 5 metr radiuslu çevrə üzrə hərəkət edir. Mahid nöqtəni deyir, mərkəzə qaçma təcilini hesabla. Biz bilirik ki, çevrə üzrə hərəkət təcilindən mərkəzə qaçma təcillidir və düsturu V kvadrat bölünsün R-dir. Və geri qalan düsturların hamısı bu düsturdan çıxır. Onda olacaq belə. 25 vur 25 bölünsün 5. 5 ilə 25 ixtira aparsam qalır burada 5. 5-i 25-ə vuranda olacaq 125 metr bölünsün saniyənin kvadratı kimi qeyd ediləcək. Cavab olacaq C variantı. Davam eləyək. Məsələn, 29-cu sual. Bir şəkildə radiusu 1 metr olan çevrə üzrə bərabər sürətlə çəkilən cismin periyodu 4 saniyədir. A nöqtəsindən B nöqtəsinə gəldikdə yola görə hesablanmış orta sürəti hesablayaq. Gəlin əvvəlcə nə edək? Gəlin görə cismin sürəti nə qədərdir? Onu mu tapaq? Ehtiyac yoxdur əslində. Deməli, nə edirəm? Baxaq görək A-dan B-yə məsafəmiz nə qədər? Yəni, bu cisim nə qədər yol gəlmişdir? Mən bilirəm ki, çevrənin uzunluğu 2pi R düsturuna tapılır və çevrənin uzunluğu 360 dərəcəyə uyğundur. Düzdürmü? Bizdə isə 65 dərəcə verir. 65 dərəcədə olsun X. İndi baxıram. 2pi R-in qiyməti nə qədərdir? 2pi R bərabərdir. 2 vurulsun 3. Radiusumuzda 1 olduğuna görə oldu 6. Deməli, burada 360 dərəcə 6 metr yol gedir. Görə X-imiz nə qədər olacaq? Onda X bərabərdir. Olacaq belə. 6 vur 65 bölünsün 360. Bu formada saxlayaq mı, yoxsa ixtisar aparaq? İxtisar aparaq. 6 ilə 360-ı, burada qalsın 60. 60 ilə də 65-i aparaq neçəyə? 5-ə. Aşağıda qalsın 12, yuxarıda qalsın 13. İnşallah ki, diqqət səhvimiz yoxdur. Deməli, A-dan B-yə, AB məsafəsinin X olaraq 13 bölünsün 12 qədər yol getmişdir. Baxaq görək, bəs neçə saniyə hərəkət edeyim. İndi yenə nə edirəm?
Bir periyot, yəni 4 saniyə bir periyot deməkdir. Yəni 4 saniyə bu 360 dərəcə dönür. Bizdə nə qədər dönüb? 65 dərəcə. Bu da olsun x, bu da olsun t tap elədik ki, zamanı belə qeyd eləyək. Onda t-ni tapmaq istəsəm olacaq 4 vurulsun 65 bölünsün 360. 4 ilə 360 aparsam qalır 90. 90 ilə 65-i aparıram 5-ə. Aşağıda qalacaq 18. E, 18 mi? Hə, 18 yuxarıda qalacaq 13. İndi bizə deyir ki, yola görə orta sürəti hesablayaq. Onda V bərabərdir S ümumi bölünsün T ümumi. Deməli nədir? Getdiyimiz ümumi yol bizim 13 bölünsün 12-dir. Bölünsün zamanımız isə 13 bölünsün 18-dir. Bərabərdir. 13 bölünsün 12. Kəsri kəsrə böləndə birinci kəsr olduğu kimi qalır. İkinci kəsri tərsinə çevrilir. Olacaq 18 bölünsün 13. 13-lər ixtisar gedir. 12 ilə 18-i ixtisar aparıram 6-ya. Qalır burada 2, burada 3. Onda 3 bölünsün 2 eləyəcək 1.5 metr bölünsün saniyə. Cavabımız olacaq 1.5 metr bölünsün saniyə. Gəlirəm 30. Məsələnin həcminə baxmayın uşaqlar. Məsələnin həcmi böyük də olsa rahat gedəsində. Bax, indi 30-a baxın, çaşdırıcı bir sualdır. Deyir ki, çevrə üzrə 5 metr bölü saniyə sürətlə hərəkət edir. 3 period müddətində. Gəlin çevrə xatırlayaq. Deməli, mən A nöqtəsini təsəvvür edin ki, yola çıxıram. Bir periyoddan sonra fırlanırım, gəlirəm A nöqtəsinə. Bir periyoddan sonra yerdəşməm nə olur? 0. 2 periyoddan sonra yenə fırlanırım, gəldim A nöqtəsinə. 3 periyoddan sonra yenə fırlanırım, gəldim A nöqtəsinə. Deməli, 3 periyod keçməsinə baxmayaraq, mən eyni yerdə qaldığıma görə yerdəşməm nə olur? 0. İndi yerdəşməyə görə orta sürət axtarıramsa, V bərabər S bölünsün T, yəni 0 bölünsün 3 periyod cavab eləyəcək 0. Davam eləyək, qayışlı ötürmə məsələsinə baxaq bir dənə. Bizə 27. Qayışlı ötürmənin birinci xüsusiyyətini təşkil eləmiş olaq ki, görək qayışlı ötürmə nə edir? Qayışlı ötürmənin bir dənə xüsusiyyəti odur ki, qayışa toxunan hissələrin sürətləri bir-birinə nə olur? Bərabər olur. Deməli, bu qayışlı ötürmədə sürətlər bir-birinə bərabər olmuş olacaq. Biz bunu bəzən ata-oğul məsələsinə oxşadırdıq. Bura yazırdıq, böyük yazırdıq ata, balaca yazırdıq oğul. Və belə demişdik ki, ata bir addım atanda oğul ən aşağısı 2-3 addım atmalıdır. İndi baxıram ki, atanın qıçı 2 R radiusundadır, oğlunun 2 R radiusu. Deməli, ata bir addım atanda oğul 2 addım atmalıdır. Deməli, daha tez-tez atmalıdır. Deməli, tezlik NA B-dən neçə dəfə çox olacaq? 2 dəfə çox olacaq. NA ilə NB, omega eyni məsələdir. Omega B bərabər olacaq 2 omega. Bir də səni omega A bərabərdir 2 omega B. Həmçinin dövrlərin sayı. Yəni, bu iki dövr eləməlidir. Yəni, NA bərabərdir 2NB. Bu bizim tezlik, bucaq sürəti və dövrlərin sayısıdır. Periyodu isə 1 bölünsün N, yəni tezliyin tam tərsidir. Ona görə olacaq ki, TB bərabərdir 2TA. Yəni, radiusu böyük olanı periyodu da nə olur? Çox olur. Deyə bilərsiniz ki, müəllim, bu qısa qaydanı lap belə deyək ki, əzbər yadda saxlaya bilmiriksə, bunun gedişatı necə olacaq? Dedi ki, VA ilə VB bir-birinə bərabər olmalıdır. Yazacağım onda A-nın yerinə 2pi RA vurulsun NA bərabərdir 2pi RB vurulsun NB. 2 pi'ləri buradan ixtisar aparsam, A'nın radiusu R'dir, vurulsun NA, bərabərdir. B'nin radiusu 2R'dir, vurulsun NB. R'lər ixtisar gedəndə qalır, NA bərabərdir 2NB. Həmin şeyi biz burada da qısa qayda olaraq qeyd eləmişdik. Davam eləyək. Məsələn, 44 çaşdırıcı bir sualdır. Deyir ki, ən çox çaşılan hissədir bu. Verilmiş radiuslu, çevrə üzrə bərabər sürətlə hərəkət edən müasir nöqtənin dövrətmə periyodunun dövrlərin sayının asılı qrafiki hansıdır? Uşaqlar, bir şey yadda saxlayın ki, bir çevrənin radiusu dəyişmirsə və hərəkət sürəti dəyişmirsə, bu eyni yolu eyni vaxtda gedəcəkdir həmişə. Yəni, eyni yolu eyni vaxtda gedəcək, eyni yolu eyni vaxt. Yəni, bunun periyodu həmişə nə qalmalıdır? Sabit qalmalıdır. Əslində, şagirdlər nəyi səhv edir? Yazır ki, periyod bərabərdir, T bölünsün N. Deyir ki, bu T ilə N tərs mütənasibdir. Cavabı götürüb yazırlar, Y var. Amma fikirləşmirlər ki, N artanda zaman da artır. Yəni, dövrlərin sayı artanda keçən ixtiyari zaman da artır. Və yaxud da N azalanda zaman da azalır. Yəni, bu artanda bu da artırsa nisbət, məsələn, 2 bölünsün 2 ilə 4 bölünsün 4 eyni şey deməkdir. 6 bölünsün 6 eyni şey deməkdir. Bunlar düzdürmü? Ona görə də periyod heç nədən asılı deyil. Yəni, sürət sabit olduğu müddətcə, radius sabit olduğu müddətcə dövrlərin sayının asılı olmayacaq. Amma dövrlərin sayı isə zamandan asılıdır. Yəni, zaman keçdikcə N bərabərdir. T vurulsun
deməli kiçik üzr istəyirəm bu formada olmayacaq. Deməli neyiniyək? T bərabərdir. T bölünsün n. Buradan n tapanda olacaq. T bölünsün T. Dedi ki, periyod sabit. İndi zaman keçdikcə, məsələn, 1 saniyə 1 dövr edirsən, 2 saniyə 2 dövr edəcək, 3 saniyə 3 dövr edəcək. Yəni, zaman keçdikcə dövrlərin sayı nə edəcək? Artmış olacaq, cavab olacaq A variantı. Bu məsələmiz də bu formada həll olacaq. Gələk, baxaq 57-ci suala. Bəzən deyirlər ki, bunu necə əlaqələndirək biz periyodla? Deməli, bizə 5 dənə qrafik verib və deyir ki, periyodu ən böyük olan hansıdır? Baxaq bizə fi-nin t-ni asılı qrafik verir. Omeqanın üstünə omega bərabərdir fi bölünsün t. Yaxşı. Hər hansı bir dənə qrafik götürürəm. Məsələn, burada çox qarışmasın deyə mən kənardan çəkəcəm. Fi-nin t-ni asılı qrafik götürürəm. Bu formada üç budaq qururam. Buraya yazıram fi, buraya yazıram t. Fi-ni t-yə böləndə hansı funksiyanı verir bizə? Tangens alfanı verir. Deməli, nədir uşaqlar? Bucağı böyük olanın omegası nə olacaq? Böyük olacaq. Deməli, ən böyük bucaq 1-dədir, sonra 2-dədir, sonra 3-də, sonra 4-də, sonra 5-də. Deməli, omega 1 böyükdür omega 2, böyükdür omega 3. Bu formada ən balacası olacaq omega 5. Yaxşı, omega ilə periyod necə mütənasibdir? Omega ilə periyod tərs mütənasibdir. Onda yazdığımız bu qaydanı periyodun tam tərsi yazacağım. Onda T5 böyükdür T4, böyükdür T3, böyükdür T2, böyükdür T1. Bizdən ən böyük hansı olacaq? 5-ci nöqtəyə uyğun gəlmiş olacaq. Davam eləyək. Bu sənin disk məsələsini işləyək. Deməli, O nöqtəsi ətrafında bərabər sürətlə fırlanan disk gördüyünüz altından xətt çəkirsiniz və o dəqiqə qeyd edirsiniz. N-dir, T-dir, omegadır, dövrlərin sayıdır. Bunlar hamısı bir-birinə alacaq, bərabər olacaq. Yəni, A nöqtəsi ilə B nöqtəsinin bu yazdığım 4 kəmiyyət hamısı bir-birinə bərabərdir. İndi bizə deyir ki, A və B nöqtələrinin mərkəzi qatma təcillərini hesablayaq. Deyir ki, A-dan B-yə qədər olan məsafə A-dan O-ya qədər olan məsafədən 3 dəfə çoxdur. Yəni, bura 3 R-dir. Bu balaca isə R-dir. İndi baxıram nəyə? A-nın hansı düsturuna keçsə mənsə rahat olur. A-nın ən qısa düsturu bu şəmiyyətlərdən biri sabit olmaq şərti ilə götürəcəm mən omeganın kvadratı R düsturunu. Baxıram ki, A ilə B üçün omegalar bir-birinə bərabər. Deməli, A elə nisbət etibarilə R ilə uyğundur. Yəni, R-i böyük olanın A-sı böyük, kiçik olan ki, kiçik. Deməli, B nöqtəsinin radiusu 3 dəfə A-dan çox olduğu üçün təcil də 3 dəfə B-də A-dan çox olacaq. Deməli, A-B bərabər olacaq 3 dənə A nöqtəsinə bərabər olmuş olacaq. Cavab olacaq C variantı. Məsələn, 96-ya baxaq. Bir çevrə üzrə bərabər sürətli hərəkət edən maatli nöqtənin dövrətmə periyodu 1 saniyədir. Yəni, periyod nə deməkdir? A-dan çıxıb, məsələn, A nöqtəsinə hərəkətə başlasam, fırlanıb A nöqtəsinə gəlməsi üçün 1 saniyə vaxt lazımdır. Bizə deyir ki, maatli nöqtə A vəziyyətindən B vəziyyətinə saniyə gələr. Deməli, 1 saniyə ümumi periyoddursa, bunu 4 dənə yerə bölsəm, 1 bölünsün 4 neçə edir? 0,25. Burada olacaq 0,25. Burada olacaq 0,25. 0,25. Baxıram A-dan B-yə gəlməsi üçün neçədən 0,25 gəldim? 3 dənə 0,25 gəlmiş oldum. Cavab olacaq 0,75. Və yaxud da bunu istəmirsinizsə elə birbaşa. Deməli, 1 saniyə vurulsun 4-dən 3. Mən çevrəni 4-dən 3 getmişəm axı. Cavab olacaq 0,75. Qalar, ən çox çaşılan nədir? Bəzən A-dan B-yə bu istiqamətə verir tez, amma şagird olaraq A-dan B-yə buranı götürür və cavabı 0,25 yazır. Yəni, bu qəti şəkildə olmadı. Yəni, məsələni oxuyanda son dərəcə diqqətli olmalısınız. Çevrə məsələsi uşaqlar. Bu qədər hər mövzuya biraz toxunmuş olaq. Gəldim Newton qanunları, kütlə və qüvvə məsələsi. Demək, davam eləyək nədə? Baxaq, görək nə məsələlərimiz var, hansı məsələlərimiz var. Baxaq birinci sadədən, məsələn 13-cü sual. Deyir ki, cisim çevrə üzrə bərabər sürətlə hərəkət edir. A nöqtəsində mərkəzi qatma qüvvəsinin istiqamətini. Biz bilirik ki, qüvvə də və təcil həmişə hara yönələcək? Çevrənin mərkəzinə. A və F mərkəz. A nöqtəsində mərkəz sola doğru yönəlmiş olur. Cavab olacaq Y variantı. Davam edək. Bir dənə vahid işləyək. Artıq bu mövzudan etibarən vahidlərlə də işləməyi bacarmalıyıq biz. Məsələn 23-ə baxmalıyam. Yazıb ki, Newton vurulsun saniyənin kvadratı bölünsün metrin kvadratı. O dəqiqə nə etməliyik biz? Newton atmalıyıq. Kiloqram vur metr böl saniyənin kvadratı. Vurulsun saniyənin kvadratı bölünsün metr üstü 4. Bu metrlə metrin bir gedir, qalır metrin kubu. Saniyənin kvadratı nə? Saniyənin kvadratı ümumiyyətlə gedir. Qalır burada metr bölünsün, yox. Deməli, qalır nə? Kiloqram bölünsün metrin kubu. Yəni, M bölünsün V. Bu da bizə verir nəyi? Sıxlığı. Cavab olacaq sıxlıq. Davam edək. Deməli, məsələn, 20-yə baxaq. Qrafikdən qrafikə keçid məsələsidir.
Biz demişik ki, sürət və təcil və qüvvə əmoğlu bir cəmiyyətlərdir. Yəni yaxın mənalı bir cəmiyyətlərdir. Yəni F ilə A eyni bir şeydir. Yəni burada qrafik quranda, yəni A-nı qurmağımız elə bəs eləyir. Yəni F-i soruşsa elə A-nı qursaq bəs eləyir. Deməli nə edirəm? Baxıram yenə xəttim sıfırdan yuxarıdadır, müsbət hissədədir. Onda V olacaq müsbət. İkincidə də V müsbətdir. İndi getdiyən qiymət artdığına görə, yeniləşən hərəkət olduğuna görə A da müsbət. İkincidə isə bərabər sürətli olduğuna görə A bərabərdir 0 olacaq. Deməli birinci hissədə A-mız müsbətdir. İkinci hissədə isə A-mız 0 olmalıdır. Baxıram ki, bu səhvdir, bu səhvdir, bu səhvdir. Deməli birinci hissənin müsbət olması C ilə D-də verilir. Amma ikinci hissə 0 olmalıdır. C variantında müəyyən bir qiymət verib. Ona görə bu da səhvdir. Cavab olacaq D variantı. Bax, 36-ya baxaq. Bəzən uşaqlar nəsə axtarmağa çalışırlar. Sualı verirsən, görürsən ki, kimsə yazıb pozur. Deyir ki, kütləsi 2 kiloqram olan cismin yer səthində sükunətdədir. Yəni sürət nədir? 0. Cismin sürəti 0-dırsa, əvəzləyici qüvvə nə olmalıdır o dəqiqə? 0 olmalıdır. Çünki Newton birinci qanuna görə cisimə başqa cisim təsir etmirsə və edilən təsirlə bir-birini tarazlaşdırsa, cisim ya sükunətdə olur, ya da düz xəttli bərabər sürətlə hərəkət edəcək. Yəni deyir, əvəzləyici qüvvəni hesabla, əvəzləyici qüvvə olacaq C variantı. Lap burada olsun ki, 35'e bakın. Deyir ki, 5 metr bölü saniye sürətlə düz xəttli bərabər sürətlə hərəkət edir. Yəni sürət konstant olanda yenə əvəzləyici qüvvə nə olacaq? 0 qəbul etmiş olacaq. Təbii ki, burada sürətin həm qiyməti, həm də istiqaməti sabit olmalı. Yəni bu çevrəyə aidləyə bilmərik. Davam edirik. Əvəzləyici qüvvənin tapılmasıyla. Deməli, 45-ci suala baxıram. Deyir ki, 3 dənə qüvvə tətbiq olunub. 8, 10, 6. Əvəzləyici qüvvəni deyir tapın. Baxıram ki, 6 ilə 8, 8 ilə 10 əks yönəlib. Onda 8-dən 10-dan 8-i çıxıram, yekun olaraq sola 2 Newton alıram. Yuxarı isə qaldı neçə Newton? 6 Newton. Bu ikisinin əvəzləyici tən ortadan çəkilir və Pifaqor teoreminə görə bu 2-ni yuxarı köçürsəm oldu 2 bura. İndi bax bu F axtarıram. F bərabərdir kök altında 2-nin kvadratı 4, üstə gəl 6-nın kvadratı 36. Cavab eləyir kök altında 40. O dəqiqə baxaq ki, cavablarımızda yoxdur. Heç bir problemi yoxdur. 4, mən 40'ı yazacağım. Kök altında 4 vurulsun 10 kimi. 4'dən neçə çıxır? 2 çıxır. 2 kök altında 10 olaraq qeyd eləmiş olacaq. Davam eləyək. Şəkildə bərabər tərəfli üçbucağın təpə nöqtələrinə 44-cü suala baxıram. Tətbiq olunan və hər biri ona irəliləmə hərəkəti verə bilən 3 qüvvə təsvir edilmişdir. Əvəzləyici qüvvənin istiqamətini əvəzləyici qüvvənin qiymətini hesabla. Baxıram ki, hər bir qüvvə 20 Newtondur. Qiymətcə bunlar bir-birinə nədir? Bərabərdir. Və bu medianların kəsilməsi olduğuna görə hər birinin arasında 120 dərəcə uzaq olur. Yəni, yekun olaraq belə qəbul eləmək olar ki, yekun əvəzləyici qüvvə nə olacaq? 0 olmuş olur. Yəni, cisim heç bir istiqamət hərəkət etməyəcək. Və yaxud da bunu mən bura 120 yazsam, Poisson teoreminə görə o kök altında F1 kvadrat, üstə gəl F2 kvadrat, üstə gəlsin 2 F1, F2 kosinüs 120 dərəcə yazsam, yenə cavabı alıram bir dənə F-in özü. Çünki F-lər bir-birinə bərabər olur. Arada da 120 dərəcə olanda kosinüs -2 də bir alır. Yerinə qoyanda qalır bir dənəsi. Deməli bu ikisi üçün bax, bu 20 ilə bu 20 üçün tapsam əvəzləyici qüvvə aşağı olacaq 20 Newton. İndi bax, yuxarı 20, aşağı 20, yenə əvəzləyici nə olacaq? 0 Newton olmuş olacaq. Davam eləyək. Deyir ki, 61-də şəkildə cisimə təsirin əvəzləyici qüvvənin zamanlı asılı qrafiqi verilmişdir. Hansı zaman intervalında cisim bərabər təcilli hərəkət etmişdir. Deməli, baxıram ki, burada qüvvə neyinib? Artıb. Qüvvə artıbsa, qüvvənin əmsi ol təcil eləyəcək, o da artacaq. Deməli, bərabər təcilli olması üçün 0 T1 hissəsini silirəm. Rahatlıq olsun deyə A-nı sildik. İndi T1 T2'yə baxıram ki, getdidən qüvvə azalıb. Deməli, T1 T2 də ola bilməz. Ona görə B-ni də silirəm. Həmçinin Y-ni də silirəm. Gəlirəm, T2 T3'də isə bərabər təcilli ödənib. Yəni, qüvvə dəyişmədiyi üçün təcil dəyişmir. Deməli, T2 T3 olmalıdır, D-ni də silirəm. Avtomatik cavab çıxır T2 T3'dən T5 T6 çıxır. Amma yenə baxaq. Burada azalıb, bunu götürə bilmərəm. Burada artıb, götürə bilmərəm. Bir dənə bu hissəni yenə götürmüş olaram. Yəni, bir buranı, bir də buranı. Cavab olacaq C variantı. Davam eləyək. Hı -hı. 71 qüvvənin proyeksiya söhbəti. Bunu həmçinin biz yer dəyişmədə də keçmişdik. Həmçinin qüvvədə yəni ümumiyyətlə istənilən vektorial kəmiyyət üçün bunu qeyd edirlər bəzən. Deməli deyir ki, F qüvvəsinin OX və OY oxları üzrə proyeksiyasını hesablayaq. Baxıram ki, bu nöqtədən başlayıb
X ox istiqamətində bu hissəyə, Y ox istiqamətində bu hissəyə gəlib. Deməli, X ox istiqamətində 6-dan başlayıb 1-ə gəlib. Yəni, fx-i tapmaq istəsəm, sondan başlanğıc çıxacam. 1 çıxılsın 6. Elədir neçə? -5. Fy-ni tapacam. Fy bərabər. Sonu neçədir? 4. Başlanğıc neçədir? 0. Çünki başlanğıc 0-dan başlayıb. Cavab olacaq 4. Deməli, x-imiz -5, y-imiz 4. -5 və 4. 4 və -5-ə baxaq. 4 və -5 cavab olacaq D variantı. Uşaqlar, kim hansı suala baxılmasını istəyirsə, yəni qeyd eləyə bilər. Mən bu formada baxıram. Kim istəsə ki, məsələn, filan suala baxaq, o da problem yoxdur. Yəni, baxa bilərik. Narahat olmayın. Baxa görə nə deyir burada? Deyir, cismi sürətinin proyeksiya zamanı asli qrafik verilmişdir. Hansı hissədə əvəzləyici qüvvə mənfidir? Yəni, qüvvənin mənfi olması elə təcilin mənfi olması deməkdir. Düzdürmü? Bu ikisi nəzərə yadda saxlayıram. Buradan yuxarı hissədə hamısında sürət müsbətdir. Qeyd edirəm. Sürət müsbət, sürət müsbət, sürət müsbət, sürət müsbət. Bir dənə burada sürət mənfidir. İndi baxıram. Yeniləşən hərəkətli A da müsbət olacaq. İkinci hissədə A 0 olacaq. Üçüncü hissədə yenə A müsbət olacaq. Dördüncü hissədə sürət müsbət yavaşlayan olduğuna görə A mənfi olacaq. Demək, cavabımızın biri bu. T3, T4. T3-dən T4-ə qədər. Cavabımızın biri bu. Tələsmirik. Tələsmirik. Davam edirəm. Çünki burada cavab var deyə o da bunu götürmüş. İndi baxıram nəyə? Aşağı hissəyə. Sürət mənfidir. Getdikcə bax 0-dan başlayıb. 1, 2, 3, getdikcə sürət artır. Deməli, yeniləşən hərəkət edir. Onda A da nə olmalıdır? Mənfi. Eyni işarəli olmalıdır axı. Deməli, A-nın mənfi A olduğu bir dənəsi də var imiş. T4, T5. Cavab olacaq T4, T5 ilə T3, T4. Cavab olacaq Y variantı. Davam eləyək 92. Bir şəkildə F2 qüvvəsi 120 Newton olarsa, F1 qüvvəsini hesablayaq. Bunu çox qısa qayda ilə yazırıq biz. 120 Newton yalnız və yalnız 4 m artır. F qüvvəsi isə 5 m artır. Tənasibi həll edib hesablaya bilərik. Deməli, onda olacaq belə. F bərabərdir. 120 vurulsun 5, bölünsün 4. 124-ə böləndə eləyir 30, 35-ə böləndə eləyəcək 150 Newton. Cavab olacaq 150 Newton. Bir dənə əvəzləyici qüvvə məsələsinə baxaq. Deməli, 102-ci məsələ. Deyir ki, şəkildə 5 qüvvənin əvəzləyicisini tapaq. Baxaq, nə formada verilib? Deməli, bu sağa verilib. Bircə saniyə. Aha. Bu 4 Newton sağa verilib uşaqlar. Burada yuxarıki 4 Newton da sağa verilib. Yaxşı, heç elə baxmayaq, həmişəki qaydamızdan baxaq. Deməli, bu 2 ilə vektorların toplanması qaydadır. Ard-arda düzü başlanğıc və sonu birləşdirdim. Bu 2 ilə 4 buradan başlayıb burada dayanır. Deməli, əvəzləyicisi bu istiqamətdə. Tapdım ki, bu istiqamətdə. Və bu özü də 5 Newtona bərabər oldu. Yolda 5 Newton. Aşağıdakı 4 ilə 2 üçün baxsam, yenə başlanğıc və sonu bu formada birləşdirsəm, bu da oldu 5 Newton. Testin özü də bir dənə 5 Newton verir mi bu istiqamətdə? Deməli, 3 dənə 5 eyni istiqamətdəsə, ümumi cavabımız neçə olacaq? 15 Newton olmuş olacaq. Davam eləyək. Məsələn, 97-ci sual. Deyir, sürəti bu qayda ilə dəyişir. Kütləsi 3 kiloqram olarsa, əvəzləyici qüvvə neçə Newtondur? Ümumiyyətlə, biz bilirik ki, V bərabərdir. V0 plus AT olmalıdır. Düzdürmü? Baxıram ki, təcil zamanın qarşısındakı ədəddir. Yuxarıda zamanın qarşısında neçə durur? 4. Deməli, A-mız neçədir? 4. Kütlənin neçə verib bizə? 3. Qüvvəni tapmaq üçün F bərabərdir MA. M-imiz 3, A-mız 4. Cavab edəcək 12 Newton. A variantı. Sonra 104-cü sual. Bəzən uşaqlar düsturiyatı saxlamaq istəyir. Nə bilim, M1 minus M2 bölünsün, M1 plus M2 bölünsün. Yəni, o düsturu tövsiyə görmürəm. Sadəcə bir dənə təzim, bir dənə düsturu var da. A bərabərdir F əvəzləyici bölünsün M sistem. Baxıram, sistem olaraq düz deyirlər. Ümumi kütlə götürəcəm. Sistemin ümumi kütləsi 3M plus 4-dir. Bəs qüvvə olaraq nə götürəcəm? Burada 4M'in aşağı bir 4mg qüvvəsi var, ağırlıq qüvvəsi. Burada 3M'in isə aşağı bir 3mg qüvvəsi var. İpi atsam bu qüvvədə tərs yönəlmiş olacaq. Olacaq onda 4mg çıxılsın 3mg. Yəni nəticə hesabı olacaq mg. Baxıram ki, onda olacaq mg bölünsün 7 dənə m. M-lər xısa gedəndə qalır nə burada? J bölünsün 7. Cavab olacaq B variantı. Uşaqlar, bax 105 sizi çaşdırmaq istəyir. Yəni qətiyyən çaşmırsınız. Deyir ki, 2M kütləli cismi tərzini tap. 2M'də iplə hamısı bir-birinə bağlanır mı?
Deməli, sistemin təcil ilə 2 mi təcildir? Yəni, burada çaşmayacaqsınız. Yazacağıq onda yenə A bərabərdir. F əvəzləyici bölünsün M sistem. Sistemin kütləsi M. Deməli, 4 dənə bulandı, üstündə 2 m gələndə 6 m. Qeyd elədim. Bu tərəfdə aşağı 4 mc var. Bu tərəfdən aşağı 2 mc var. Çıxanda olacaq 2 mc. Deməli, m-lər xısa gedəndə qalacaq 2j bölünsün 6. 2-lər də xısa gedəndə 2-nin 6. Qalacaq j bölünsün 3. Cavab olacaq D var. Deməli, bu j bölünsün 3 həm 2m-in, həm m-in, həm də sistemin təcili. Yəni, burada çaşmırsınız. Qəti şəkildə çaşma olmaz. Davam eləyək. Məsələn, bu tip suala baxaq. 110-cu sual. Bir M1 3 kiloqram, M2 isə 2 kiloqramdır. Deməli, bu 3 kiloqramdır. Bu isə 2 kiloqramdır. Mən onu kvadrat şəklində köçürəcəm bura. 3, bu da olsun 2. Buradan göstərilən qüvvə isə 30 Newtondur. Deyir, ikinci kürənin birinciyə. F2-nin birinciyə. Deməli, bu 2 idi, bu birincidir. 2 birə deyir ki, sən sağa get. 1 də 2-yə gedir ki, sən sola get. Newton 3-cü qanuna F2-nin 1-ə elə F1-in 2-yə bərabər. Deməli, 1-in 2-yə də tapsa bəs edir. Bunu tapmaq üçün nə edəcək uşaqlar? Əvvəlcə sistemin təcilini tapacam. A bərabərdir F bölünsün M. Sistemə göstərilən ümumi qüvvə 30 Newtondur kənardan. 30. Sistemin kütləsi isə 5-dir. Yəni 3 üstəlik 2. Cavab elədi 6. İndi mən buradan kəsib götürəm 3-cünü qoyuram aşağı. 3-cüyə neçə qüvvə təsir göstərir? 1-də dənə qüvvə təsir göstərir. O da F2-nin 1-ə. F2-nin 1-ə tapsam elə F1-in 2-yə də təsir göstərmiş olacaq. Deməli, F2-nin 1-ə. Bundan başqa bir qüvvə varmı? Elə yoxdursa, deməli, F2-nin 1-ə ilə bərabər nəyə? MA-ya. İndi baxıram. Bu cisim 3-cünü kəsib götürmüşəm. Düzdür, kütləsi neçədir? 3 kiloqram. Təcilini tapdım. 6. 3 vur 6, 18. Cavab olacaq B variantı. Yəni, sistemin təcilini tapacaqsınız. Gətirib hansı cisim istəyirsə kütləsinə vurub hesablayacaqsınız. Bu da belə. Baxa görək başqa nəyimiz var? Məsələn, 126 nə istəyir? Belə açıq sualdır. Cisim mail müstəvi üzrə bərabər sürətlə aşağı enir, təcillə enir, təcil yuxarı qalır. Bu zaman onun təsirini əvəzləyici qüvvəni hesablayaq. Yola, aşağı enirsə, deməli, bunu aşağı dartan qüvvə haradır? Aşağıdır. Deməli, bərabər sürətlə aşağı enirsə, yox, bərabər sürətli sözünü görürsünüzsə, o dəqiqə əvəzləyici qüvvə nə olmalıdır? 0 olmalıdır. Deməli, 1-ə olacaq Y variantı. Yaxşı, təcillə aşağı enirsə, deməli, təcil aşağıdırsa, qüvvə də aşağıdır. Qüvvənin aşağı olduğu 2-dir. Deməli, 2 istiqamətində yönəlmişdir B variantı. Təcillə yuxarı qalxır, deməli, qüvvə də yuxarıdır. 3 istiqamətində 3-ə də olacaq C variantı. Bax, bu sualda belə diqqətli olacaqsınız. Belə bir problemli məsələ deyil. Gəldik növbəti mövzumuz ümumdünya cazibə qüvvəsi, ağırlıq qüvvəsi, çəki, birinci kosmik sürət. Bax, burada düsturlara baxıram mən. Birinci olaraq bizə verilən bu düstur kiçik J-nin düsturudur. J-nin bölünsün R-in kvadratı. Gravitasiya sahəsinin intensivliyi. Bəs ikinci düstur nəyin düsturu deyiləndə qeyd edəcəksiniz. Bax, J-nin o düsturunu gətirib yerinə qoyuram. Olacaq nə? J-M böl R-in kvadratı. Bax, bu J-nin yerinə yazdım mən bunu. Vurulsun, bir dənə də R. Bərabərdir. Bu R-lə bu R xısa gedirmi? Yerdə qalır J-M bölünsün R. Və uşaqlar, bu bizə birinci kosmik sürətin düsturunu vermiş olur. Yəni, orada heç bir kvadrat falan yox idi. Əgər müəyyən hündürlük varsa, R plus H yazıldı burada. Ümumdünya cazibə qüvvəsinin özünü düsturursa, F bərabərdir. Y vurulsun, M1 vur, M2 bölünsün, R-in kvadratıdır. R isə mərkəzlər arasındakı məsafə qəbul olunur. Bax, məsələn, 7 çaşdırıcı bir sualdır. Sizdə indi burada çaşmaq üçün burada R verib, burada 3 R verib. Deyir ki, bir-birini cəzb etdiyi halda qüvvələr nisbətini hesablayaq. Biz bundan qabaqçı mövzumuz nə olmuşdu? Newton qanunları. Və Newton qanunlarından biz Newtonun 3-cü qanunu keçmişdik. Newtonun 3-cü qanunu nə idi? Təsir əksisəsilə bərabərdir. Yəni F1 bərabərdir F2-yə. Nisbət nə olacaq? 1. Cavab nə olacaq? D variantı. Baxaq, məsələn, 15. Deyir, yeyinləşərək aşağı edən lift. Deməli, uşaqlar, biz demişik ki, ümumiyyətlə çəkin düsturu olur mg. Əgər təcil yuxarıdırsa, olur mg plus a. Təcil aşağıdırsa, olur mg minus a. İndi baxıram mən. Lift hara gedir? Aşağı. Necə hərəkət edir? Yeyinləşərək. Dedi, yeyinləşən olması üçün bayaqdan izah edirəm. Təcil daha olmalıdır aşağı. Yəni, istiqamət olmalıdır. Təcil aşağı olanda
deməli, tədil aşağı olduğu müddətcə olacaq P bərabərdir, N vurulsun, J çıxılsın A. İndi gəlin məntiqi yanaşaq. Deyir ki, cismin çəkisinin 10 tədilində. Əgər uşaqlar tədil artsa, yəni tədil artdıqca, qarşıdakı mənfiyə görə çəki neyləyəcək? Azalacaq. Çəki azalacaqsa, onda bu xətti mütənasib. Yəni əgər və az, məsələn, çəki bax, ümumiyyətlə belə deyək, tədil birdən başladı. 1 oldu, sonra 2 oldu, 3 oldu, tədil 10 olanda. Burada J-də 10 daxil. 10 çıxılsın 10 içildi 0. Deməli, tədil 0 olan vaxtda çəkinin özü müəyyən bir qiyməti olacaq. Tədil özünün maksimal qiyməti, yəni 10 qiymətinə çatanda isə çəki nə olacaq? 0 olmuş olacaq. Cavab olacaq A variantı. Yəni P ilə A tərs mütənasibdir, amma xətti tərs. Yəni burada əyri tərslik yoxdur. Xətti tərs. Yəni A artdıqca xətti şəkildə çəki nə etmiş olacaq? Azalmış olacaq. Davam eləyirik. Məsələn, 21-ci sual. Çox işləməmişik bu sualdan. Deyir, eyni bir gravitasiya sahəsində, yəni eyni bir planetin üzərində verilmiş nöqtədə yerləşən cisimlərdən hansına daha böyük cazibə təsir göstərər? Deməli, deyir ki, hamısını kiçik J-yə vur. Yəni, eyni qiymətdə kiçik J-yə vur. Vur, hamısını vuraq da, nə fərqi var ki? Bu zaman alacağımız qiymətdən deyir, hansı ən böyükdür? Yəni, bunlardan hansı bu ən böyük olar? Bax, ən böyük axtarıram. Bu J-lər hamısı eyni olandan sonra ən böyük hansı olacaq? Kütləsi böyük olan. Cavab olacaq 84 kiloqram, yəni C variantı. Aydındır. Yəni, çox sadə bir sualdır əslində. Sonra, ağırlıq qüvvəsinin Y səthinə olan hündürlüyü. F ağırlıq bərabərdir. J vurulsun, kiçik M vur, böyük M, R plus H-ın kvadratı. Deməli, dedi ki, tərs mütənasibdir. Tərs mütənasibliyi də və H da 0 olanda F özün maksimal qiymətini alır və H artdıqdan başlayır azalmağa, cavab olacaq Y variantı. Bu da bu formada. Sonra məsələn demişik ki, ağırlıq qüvvəsi olsun və yaxud da J olsun. Həmişə yerin mərkəzinə yönəlir. Yerin mərkəzinə. Yerin mərkəzini burada verib, A nöqtəsini burada verib. Buradan bura yönələn xətt hansıdır? 3 nöqtəsi, 3 xəttdir. Cavab olacaq Y variantı. Davam eləyək. Məsələn, uçuş müddətinə aid sual işləmiş olaq. Biz bilirik ki, şaqili yuxarı atılmış cisim H maksimal nöqtədə son sürəti nə olacaq? 0 olacaq. Yəni cisim dayanmış olacaq. Deməli, mən təcilin üstünü qeyd edirəm. A bərabərdir, V çıxılsın, V0 bölünsün, T. Ən yuxarı nöqtədə sürət 0 olduğuna görə qalacaq burada V0 bölünsün, T. Yəni başlanğıc sürəti nasıldır? Buradan T-ni tapanda T bərabər olur V0 bölünsün A. Biz də şaqili yuxarı və aşağı hərəkətləri A-nı J-nə əvəz edirik. Olur V0 bölünsün J. Baxıram ki, T ilə V0 düz mütənasibdir. İndi gör nə deyir bizə? Deyir ki, sürəti 4 dəfə artırsam, zaman neyniyəcək? O da 4 dəfə artmış olacaq. Cavab olar C variantı. Bax, bu üfüq məsələləri əvvəllər var idi. Son zamanlar da sizin proqramdan çıxarılıb. Ona görə də bu məsələlərin heç birinə baxmıram mən. Amma əvvəl var idi. Əvvəllər keçirildi, indi keçirilmiş. Deyir, şəkildə, üfüqi müstəvidə, sükunətdə, yəni dayanıb cisim. Təsvir olunmuşdur. Cisimin çəkisini və ağırlıq qüvvəsini hesablayaq. Ola, cisimin dayanıbsa, yəni, bəzən uşaqlar çaşır ki, çəki nə olacaq? 0. Deyir ki, cavab 0 olan bir şey olmalıdır. Ağırlıq qüvvəsində hesablayırlar, F ağırlıq bərabərdir mg, cavab olur 40 Newton. Cavabı götürürlər, məsələn, 0,40 C variantı, amma belə yox. Çəki nə zaman 0 olur? Çəki sərbəst düşəndə. Sərbəst düşəndə və yaxud da Arximed mövzusunu keçən şagirdlər bilir ki, cisim suda üzəndə. Cisim suda üzəndə çəkisi nə olur bunun? 0 olmuş olur. Yəni, bu şərtlərdən heç biri yoxdursa, cisimin çəkisi normalda nəyə bərabər olacaq? P bərabərdir mg. Deməli, çəki də mg olacaq. Ağırlıq da mg olacaq. Ona görə cavabımız nə olacaq? 40 və 40. Deməli, uşaqlar, izah edəyilər, bir saat müddətində 4 mövzunu yekunlaşdırdıq. Baxaq görə 4 mövzudan sonra dərsimizdən çıxanlar varmı, yoxmu? Deməli, hələ ki, əla gedirik. Gözəl, davam eləyək. Sonra baxaq, məsələn, bizim o qısa qaydalarla dediyimiz düsturlara, suallara. Məsələn, deyir, biz demişik ki, sərbəst düşən zaman, uşaqlar, bax, bəzisi çaşqınlıq yaradır. 5, 15, 25 biz harada yazmalıyıq? Aşağıdan mı yuxarı yazmalıyıq? Yuxarıdan mı aşağı yazmalıyıq? Uşaqlar, 5, 15-i həmişə və həmişə yuxarına aşağı yazırsınız. Deməli, deyir ki, 45 metrin düşdən düşür.
Mən onda 45 metrin deyir ki, düşən cisim yerə hansı sürətlə çatar? Deməli, ilk saniyə düşəcək bu 5 metr, ikinci saniyə düşəcək 15 metr, üçüncü saniyə düşəcək 25 metr. Cəmləsəm neçə metr oldu? 45 metr. Yaxşı. Cisim neçə saniyə düşdü? 1, 2, 3 saniyə. Yaxşı ki, 3 saniyə düşdüsə, biz bilirik ki, hər saniyə sürət 10-un artır. Olacaq 10, 20, 30. Deməli, cisim 45 metr hündürlükdən 3 saniyə düşəcək və 30 metr bölü saniyə sürətlə düşəcək. Uşaqlar, bu keçdiyimiz bu qaydalar impuls, kinetik və potensial enerji mövzusunda böyük köməkliyimizə çatacaq. Yəni, burada bildiyimiz qaydaların hamısı orada keçərlidir. Məsələn, 20 metrdən düşən cisim isə saniyə düşəcək, 5-15, 2 saniyə düşmüş olacaq. Deyir ki, sərbəst düşən cisimin 3-cü saniyədə getdiyi yolu tapaq. Sərbəst düşür, 1-ci saniyədə 5 metr, 2-ci saniyədə 15 metr, 3-cüdə 25 metr yol getmişdir. 3 saniyə demir ha. 3 saniyə desəydi 45 götürərdi. Məndən 3-cünü soruşur. Yalnız və yalnız 3-cü saniyəni soruşur. Cavab olacaq 25 metr. Davam edirik. Sən belə bir sual verilir. Deyir ki, şaquli istiqaməti yuxarı atılmış cisimi koordinat zaman qrafiki verilmişdir. Cisimin uçuş müddəti neçə saniyədir? Baxıram ki, cisim sıfırdan neçə metr hündürlüyə qalxıb? 80 metr hündürlüyə qalxıb. 80 metr hündürlüyə qalxmaq üçün yenə 5, 15, 25 və 35. Cəmlədə neçə oldu? 80 metr. Deməli, neçə saniyə qalxıb cisim? 4 saniyə qalxıb və olub 80 metr hündürlükdə. Yaxşı, burada dayana bilməz axı cisim. Yerdən nə etməlidir? Geri qayıtmalıdır. Bu geri neçə saniyə qayıdacaq? 4 saniyə. Deməli, 4 saniyə qalxıb, 4 saniyə düşəcək. Və nəticədə ümumi uçuş müddəti bunun neçə saniyə olacaq? 8 saniyə olmuş olacaq. Cavab olacaq 8 saniyə. Hədəfdə yenilik olmayıb. Sualların əksəriyyəti ilə köhnə formada verilir. Bax, 45-dən dedik ki, 3 saniyə düşür. 80-dən 4 saniyə, 125-dən 5 saniyə, 5-15 qaydası tətbiq edəsən. İndi 3 saniyə düşürsə, sürət 30-dur. 4 saniyə düşürsə, sürət 40-dır. 5 saniyə düşürsə, sürət 50-dir. Baxıram, 1-ə olacaq C, 2-yə olacaq D, 3-ə olacaq Y. Bax, bu tip məsələlərdə bu formada işləmiş olacaqsınız. Gəldik elastiklik qüvvəsi, sürtünmə qüvvəsi. Baxaq görək nəyimiz vardır burada. Şöyle, sürtünmə əmsalı hansılardan asılı deyil? Sürtünmə əmsalı nədən asılıdır? Şöyle, biz bilirik ki, səthlərin kələkötürlük vəziyyətinə asılıdır. Yəni, səthin sahəsindən, mən bunu görən kimi birinci bunun üstündən xətt çəkməliyəm. Səthin sahəsindən konkret olaraq asılı deyil. Yəni, 3-ü buradan ləğv edirik, gedir. Səthlərin hamarlığını isə %100 asılıdır. Demək, cavabımızda 2 olmalıdır. Demək, 2-ni götürdük. Səthlərin hamarlığından olmalıdır. Yəni, hamarlıq səviyyəsindən asılıdır. Bir də qaldı nə? Materialına. Yəni, ola bilər ki, cilalanmış materialımız şüşə materialı olsun, ola bilər ki, cilalanmış materialımız taxta materialı olsun. Yəni, buradan da haradasa asılı olmuş olar. Səthlərin qarşılıqlı vəziyyətindən xeyr. Yəni, bu ondan asılı deyil. Cavab olacaq 1 və 2. Gəlirəm 8-ci sual. Deyir ki, MV bölünsün F sürtünmə nəyin düsturudur? Gəlin nə edək? Buradan MV bölünsün F sürtünməni açıram mü, M, J. Buradan da M-ləri aparanda qalır nə? V bölünsün mü, J. Biz bilirik ki, cisimə yalnız sürtünmə qüvvəsi təsir edirsə, artı qüvvə, əvəzləyici qüvvə ilə sürtünmə qüvvəsinə bərabərdir. Mü, M, J. M-lər qısa gedən də A bərabərdir, mü, J qoyur. Mü, J-yə bərabər olur. Deməli, təcil ilə mü, J-yə bərabər. Deməli, mü, J-nin əvəzinə yaza bilərəm? Təcil. V0 bölünsün, deməli, A yaza bilərəm. Onda bu da nəyin düsturu olacaq? Bir də zamanı. Deməli, tormuz müddətinin düsturu olmuş olacaq. Bəs aşağıdakı düstur nəyindir? Tormuz yolunun düsturudur. Tormuz yolu B variantı. Sürtünmə qüvvəsi hara yönəlir? Həmişə və həmişə hərəkətlərin əksinə. Cisim sağa gedirsə, sürtünmə olacaq sol istiqamətdə. Sonra 20-ci suala baxaq, elastiklik qüvvəsinə aiddir. Deyir, sərtliyi 2000 olan məhdinin uclarına nə qədər qüvvə tətbiq etmək lazımdır ki, məhdinin uzanması 3 cm olsun. Əvvəlcə K-nı verib və X-i çevirirəm mən 0,3. Onda F-i hesablamaq istəyirəm. F bərabərdir. K vurulsun X bərabərdir 0,3 vurulsun 2000. 1, 0, 2, 0-dan vericilik xısar gedir. Qalır 20 vurulsun 3. Bu da eləcək 60 Newton. İndi çalın. İndi bunlar nə fikirləşir bəzi şagirdlər? Deyir ki, bu məhdildir.
Məhdili bizə deyir axı uclarına. Deyir ki, mən ümumi tapdım 60 Newton. Onda sağa 30, sola 30 olmalıdır. Xeyr uşaqlar, belə yox. Cavab elə birbaşa 60 götürəcəksiniz. Niyə? Çünki lap mən bu məhdili divara bağlayıb dartsam. Bax bu divar. Buradan 60 Newton təsir göstərsəm, divarın onsuz da Newton üçüncü qanunca divar da bu ipin neçə Newton dartacaq? 60 Newton. Yəni tapdığınız F-in özünü götürün. 30-30 götürsəz, yəni bu 30-30 tətbiq eləmisinizsə, bu 30 olsa divarın qüvvəsi. Onda elə cavab 30 olmuş olar. 30 olanda düz gəlmir axı. Yəni cavabı nə tapsınızsa onu götürün. Yəni 30-30 və 80 tapsamsa 40-40 götürmə söhbəti olmasın. Tamamilə səhv olacaq. Cavab olacaq burada D variantı. Gələk 19-cu suala baxaq. Deyir ki, yüklərin təsiri ilə şəkildəki yaylar eyni qədər uzanmışdır. Yayların sərtlikləri arasında hansı əlaqə var? Deməli uşaqlar, biz bilirik ki, yaydan yük asılanda elastiklik qüvvəsi nəyə bərabərdir? Ağırlıq qüvvəsinə bərabərdir. Deməli yazılan birinci K1 eyni qədər uzanıbsa, eyni qədər. Bu da x-sı, bu da x-sı. Onda K1 vur x bərabərdir 4 mg. İkinci halda isə K2 vurulsun x bərabərdir mg. İndi bizə nə istəyir? K-ları müqayisə. Birinci K1-imizdə olacaq 4 mg bölünsün x. İkinci K-mızda olacaq mg bölünsün x. Onda neçə dəfə böyükdür birinci? Birinci ikincidən 4 dəfə böyük olmuş olacaq. Cavab olacaq A variantı. Davam edirik. Bax, həmin dediyim məsələ bura gəlib çıxır. Yox, burada deyil. Burada deyil. Yox, qarşıma çıxsa deyəcəm o bayaqki kuncuların məsələsindən. Deməli nədir? 41-ci sual. Baxaq görə bu sualda nə? Bax, bu sual zəkaların son imtahanına düşmüşdü. Təsadüfən uşaqların əksəriyyəti düz yazmışdı. Təsadüfən. Amma heç kim mahiyyətini başa düşməmişdi. Deməli, üfüqi müstəvidə belə bir tənlik verilib. Və buradan mən baxıram ki, bu sürətdir. Bunun 2 misli, yəni təcil isə 4-dür. Biri müsbətdir, biri mənfi. Deməli, nəzər hərəkət edir, yavaşlayan hərəkət edir. Yavaşlayan. Yavaşlayan uşaqlar sürtünmə dartda nə olmalıdır? Böyük olmalıdır. İndi bizə görə nədir? Deyir, sürtünmə qüvvəsi 200 Newtondur, kütləsi 5-dirsə, dartı qüvvəsini hesablayaq. Dedi, yaxı, sürtünmə dartdan böyükdür. Yazacam onda F sürtünmə çıxılsın F dartı bərabərdir M-a. Burada mən dartını axtarım. F dartı bərabər olacaq onda. F sürtünmə çıxılsın M-a. F sürtünməmiz 200 Newtondur. Çıxılsın kütləmiz 5 kiloqramdır. Təcil isə 2-ni vuracam 2-yə eləyir 4. Onda olacaq 200 çıxılsın 20 cavab eləyəcək 180 Newton. Bax bu formada. Yaxşı, 42-yə də baxaq. 42 də maraqlı sualdır. Deyir, verilmiş yayın vasitəsilə tarazlıqda saxlanılan M kütləcizm təsvir edilmişdir. Alfa bucağını artırarsa. Yaxşı, biz fikirləşməliyik ki, bu yayı aşağı çəkən qüvvə hansıdır? Və biz bilirik ki, mail müstəvi boyunca aşağı yönələn qüvvə həmişə mg'nin sinus toplananıdır. İndi baxaq uşaqlar. Yuxarıda kx var. Deməli, burada kx nəyə bərabərdir? Kx bərabərdir mg'dir. İndi nə baş verəcək? Deyir ki, bucağı artırsaq. Bucağı artıranda sinus neyinir? Artır. Sinus artırsa ümumiyyətlə bu kəmiyyətin qiyməti başlayır artmağa. Bu artırsa, buradakı təsvir edilmişdir. Nəyə soruşur bizdən? Demişdir. Yayın, bizdən x-i soruşur. Deməli, x-i tapsam, x nə olacaq bizdən? X bər olacaq mg bölünsün k-dır. K dəyişmir, kütlə dəyişmir. Mg sinus alfa olduğuna görə, sinus artdığına görə x-a neynəcək? Artacaq. Deməli, yayın mütləq uzanması artmalıdır. Baxaq görə elə bir cavab varmı? Yayın uzanması deyir artar, azalar səhvdir. Uzanması dəyişməz səhvdir. İndi baxıram nəyə? Elastiklik qüvvəsi deyir artar. Dedi yaxı, kx elə nəyə bərabərdir? Mg sinus alfa. Deməli, bucaq artanda elastiklik qüvvəsi artar. Cavab olacaq C variantı. Davam edirik. Davam edirik. Bax, indi bu 62-ci suala baxaq, onun tərsidir. Deməli, burada verilir ki, V bərabər 10 plus 5-dir. Deməli, bu necə hərəkət eləyir? Yeniləşən hərəkət eləyir. Yeniləşəndirsə, dartı sürtünmədən böyükdür. Bu zaman mən Newton ikinci qanunu yazmaq istəyirəmsə, əvəzlədici qanunu yazmaq istəyirəm. Yazacağım, F dartı çıxılsın F sürtünmə bərabərdir MA. İndi bir də deyir ki, dartı qüvvəsi 400-dür, bir də sürtünməni hesablayaq. F sürtünmə bərabər olacaq, F dartı çıxılsın MA. Dartını bizə verib 400. Çıxılsın MA-mız 7 vurulsun, A-mız isə 5-dir.
olacaq onda 365 Newton. Bax, bu qayda ilə hesablayacaq hər dəfə. Yəni, baxın görün hansı böyükdür. Birinci onu təyin eləyək, ondan sonra davam edək. Bax, burada 67-ci sualda baxaq, sonra keçək növbəti mövzuya. Deyir ki, yayın uclarına tətbiq olunan qüvvə 3 dəfə artarsa, sərtlik. Sərtlik uşaqlar bilir ki, K bərabərdir S-yə bölünsün L0, yəni kənd C. Deməli, ancaq bunlardan asılıdır, yəni qüvvədən asılı deyil. Yəni, yayın sərtliyi 3 dəfə artar, səhvdir. Yayın sərtliyi dəyişmə doğrudur. Elastiklik qüvvəsinin modulu. Deməli, 3 dəfə artırmışam da, deməli, qüvvə də 3 dəfə artır da. Yəni, elastiklik qüvvəsinin modulu 3 dəfə artar. 2 doğrudur. Elastiklik qüvvəsinin modulu deyil, dəyişməz, səhvdir. Yayın mütləq uzanması 3 dəfə artar. Deməli, F bərabərdir K x-i. X-i tapanda olacaq F bölünsün K. Dedim, K dəyişmir, qüvvə 3 dəfə artıbsa, X-i nə edəcək? 3 dəfə artar. Deməli, 5 də doğrudur. Yayın potensial neçə deyir? 9 dəfə artar. Yazacağım, Y potensial bərabər Kx kvadrat bölünsün 2, Fx bölünsün 2 və yaxud da F kvadrat bölünsün 2K. K dəyişmədi. F 3 dəfə artıranda potensial neçə dəfə artsa 9 dəfə. Cavab olacaq 6. Deməli, 2, 3, 5, 6 cavabları doğru olmuş olacaq. Davam edirik statika mövzusuna. Təkrar bir dəfə də baxaq. Deməli, aha, Ləman dərsi var deyə çıxıb. 6, 4, 15. Davam edirik. Deməli, gəlirlər statika mövzusuna davam edirik. Statika mövzusunda bir dənə düstur keçmişdik. Moment düsturu M bərabərdir F vurulsun D. F qüvvə idi, D isə qüvvənin qoludur. Qüvvə qolu isə qüvvəyə qədər ən qısa məsafə olaraq qəbul edilir. Əgər qüvvənin uzantısı mərkəzdən keçirsə, irəliləmə, yox, mərkəzdən keçmirsə, fırlanma hərəkət etmiş olacaq. Deməli, davam edirik. Nə ilə? Hansı suallara baxaq? Deməli, bu bir dəqiqə. Məsələn, hesab məsələlərinə baxaq. Deməli, 17-ci sual deyir ki, yükü 2 metr yuxarı qaldırmaq üçün ipin ucu nə qədər aşağı enməlidir? Baxıram ki, burada F-dir, burada F-dir, bura olacaq 2F, fırlanıram, burada olacaq 2F. 2F, 2F, yuxarı oldu 4F, bərabərdir mg. Onda F bərabər olacaq mg bölünsün 4. Deməli, qüvvədən isə qazandım, 4 dəfə qazandıq. 4 dəfə qazanmışamsa, məsafədə 4 dəfə nə edəcəm? İtirməliyəm. Yükü yuxarı 2 metr qaldırmaq istəyirəmsə, ipi aşağı 4 dəfə çox, yəni 8 metr nə etməliyəm? Aşağı endirməliyəm. İpin uzunu 8 metr aşağı endirməliyik. Bu hardan çıxır? Mexanikanın qızıl qaydasından deyir. Heç bir mexanizm işlə qazanc vermir. Qüvvədən neçə dəfə qazanırıqsa, məsafədə o qədər dəfə itirmiş oluruq. Sonra bu tip məsələdə uşaqlar heç bir divar falan bağlanmayıbsa, bucağın heç bir önəmi yoxdur. Yəni belə də yönəlsə, belə də yönəlsə, belə də yönəlsə, heç bir fərqi yoxdur. İndi yazıram, burada F-dir, burada F-dir. Yuxarı olacaq 2F bərabərdir. mg, F bərabər olacaq mg bölünsün 2. Yəni tərpənməz blok qüvvədə 2 dəfə qazanc verir. Sonra tərpənən blokda deyir ki, cisim 6 ilə aşağı düşür, yuxarı qaldırılırsa, ipin ucu neçə olacaq? Tərpənən blokda 2 dəfə itirəcəm, cavab olacaq 12. Yəni 2 dəfə daha çox qüvvə tətbiq etmiş olacaq. Deməli, sonra hesab məsələlərinə baxaq. Çalışaq ki, onları işləyək, daha yaxşı olsun biz üçün. Deməli, burada 38-ci sualda baxıram. 5 kiloqram deyir, çəki daşımız var bizim. Bir dənə 5 kiloqramlıq daşımız var. Deyir, onu hardan asmaq lazım ki, sistem tarzında qalsın. Əvvəlcə baxıram, hal-hazırki vəziyyətlə. Sol tərəfdə bir dama və 20 kiloqram verirsə, burada olacaq 20. Sol tərəfin momentinə baxsam, 1, 2, 3, 4, 5. 5 vurulsun 2 eləyir 10. Deməli, solla sağın bərabərləşməsi üçün solun üstünə mən bir dənə 10 gəlməliyəm. 5-i neçəyə vursam 10 eləyər, 2-yə vursam. Deməli, sayıram 1, 2. Hardan asmalıyam? M nöqtəsindən. Cavab olacaq M nöqtəsindən. Buradan 5 kiloqramlıq assaz, link tarazlıqda qalmış olar. Gəlirəm bura. Bir uzunluğu 1 metr olan təksizlik, bax, sadə məsələ görünür, oxşuyur, amma bəzən çaşırlar. Bir qüvvədən neçə dəfə qazanc verir. Qazancı tapmaq üçün demişdik ki, böyük qolu kiçik qola bölürlər və yaxud da böyük qüvvəni kiçik qüvvəyə bölürlər. İndi baxıram mənlə. Ümumi 1 metrdir. Buranı 20 sm veribsə, buradan bura nə qədər olacaq? 80 sm olacaq. Deməli, qazancı tapmaq üçün böyük kiçiyə bölməliyəm də 80 bölünsün 20, cavab edəcək 4. A variantı hesab edək. Sonra nəyə baxaq?
Bax 48. Deyir ki, çəkisiz çubuğa 12 Newton qüvvə təsir edir. Dayağın təsir edən F2 qüvvəsini hesablayaq. Biz bilirik ki, yuxarı 2 dənə qüvvə var, aşağı 1 dənə. Yəni F1 ilə F2-nin cəmi bərabər olmalıdır F2-yə. Amma həm F1, həm F2 burada naməlumdur. X, bu haqda heç bir məlumatımız yoxdur. İndi mən nə edirəm? Buradan nə eləyək? Dayağın birini silək. Bax, bu dayağın birini silirəm. Təsəvvür eləyək ki, dayaq yoxdur. Və burada dayaq olduğu üçün F1 qüvvəsi burada yazmasaq olar da, belə dayaq bunu tarazda saxlayıb. Onda bax, bu hissəsi momentlər qaydası tətbiq edirəm. 12-nin qolu nə qədərdir? 1, 2. Yazıram. 12 vurulsun 2. Bərabərdir. F2-nin qolu 1, 2, 3, 4, 5, 6. 6 F2. Onda F2 nəyə bərabərdir? 4 Newton. F2'yi tapdım 4 Newton'dursa F1 nə qədər olmalıdır? 8 Newton olmalıdır ki, cavabımız 12 eləsin. Bir də dedik ki, F2'ni tap, F2 cavabı oldu 4 Newton. Yəni F1 də soruşsa 8 Newton olmuş olacaq. Bu istiqamət bu formada olacaq uşaqlar. Deməli gəlirəm bura. Yenə müəyyən bir bucaq altında verib bizə ipi. Dedim axı belə bucaqların heç bir mənası yoxdur. Onda bura F-dirsə, burada F-dir. Fırlanıram burada F-dir. Yuxarı oldu 2F. Aşağı oldu mg. Yəni 30 Newton. Onda F nəyə bərabər olacaq? 15 Newton olmuş olacaq. Görək statikaya aid başqa nə sual var? Amma məsələn belə bir çaşdırıcı sual düşə bilər sizə. Yəni buradan da asılıdır, buradan da asılıdır. İndi siz bu mg'nin qolu olaraq nə götürəcəksiniz? Bax ona bir yerdə baxaq. Deməli nədir uşaqlar? Buradan da asılıb, buradan da asılıbsa, deməli bu ikisinin əvəzləyicisi olaraq tən ortadan baxacaqsınız. Tən ortadan. Bax mg'nin qolu buradan götürüləcək. 1, 2. Yazacağım onda. Mg vurulsun 2. Nə 1 dəmə götürmüsün, nə 3 dəmə. Ədədi ortasını götürürsə belə deyək. Bərabərdir. 10 Newton'un qolu nə qədərdir? 10 vurulsun 1, 2, 3. Vurulsun 3. Onda bizə deyək ki, kütləni tap. Deməli bu J ilə 10 ixtisas edir. Qalır burada nə? 3 bölünsün 2, cavab edəcək 1.5 kiloqram. Cavab olacaq Y variantı. Bax, DİM'də belə bir sual vardı, 68 oxşayırdı. Orada qramla verilmişdi. 200 qram, 150 qram. Yekun olaraq biz 250 qram tapırdıq. İndi baxın həmin şeydir burada. 16 bura verib, 12'ni bura verib. Aralarında 90 dərəcə verib. 90 dərəcəsi əvəzləyici tən yuxarı yönəcək, düzdürmü? 16 ilə 12'nin kvadratları cəmi. 256 üstə gəlsin 144. Kök altına salsam eləyəcək cavabımız 20. Deməli yuxarı 20 kiloqramdırsa aşağı neçə olmalıdır? O da 20 kiloqram olmalı. Cavab olacaq B variantı. Gəlin 70'ə baxaq. D sistemin tarazlıqda olması üçün ipin sərbəst ucuna hansı kütlələr yük asmaq lazımdır? Deməli baxıram nə? Bura M-dirsə, burada M olmalıdır. Fırlanıram burada M, burada M, burada M. İndi yuxarı neçə dənə M oldu? 1, 2, 3, 4. 4 dənə M yuxarıda. Aşağı nə var? 2 ilə 2 var. 2 üstəlik 2 ilə 4. Onda M nə qədər olmalıdır? 1 kiloqram olmalıdır. Statika mövzusundan başdı bu qədər. Yəni bura 5 Newton veribsə, burada 3 olmalıdır. Çünki ümumi 8 Newtondursa. Deməli həmişə yadda saxlayın ki, P gərilmə bərabərdir F1 üstələnsin F2. Yəni aşağı yönələn qüvvələr bərabərdir yuxarı yönələn qüvvələrə. Keçdik impuls, qüvvə impulsu, mexanik enerji, iş gücü, saxlama qanunu mexanizmin faydalı iş əmsalı. Deməli nədir uşaqlar? Elə başlayaq elə ilk suallar, çünki ilk suallar ilə maraqlı suallar verilir. Məsələn, ikinci sual nədir? Deyir ki, F qüvvəsinin təsirlə eyni müddət ərzində cisimlərin impulslarının dəyişmələrinin modulları nisbəti delta P nəyə bərabərdir? Deməli, biz yazıram mən belə. Birinci üçün yazsam, yazacağım ki, delta P1 bərabərdir F vurulsun T. Deyir ki, eyni qüvvədir. Yəni, qüvvələr eyni. Eyni zaman müddəti. Deməli, T'lər də eyni. Bəzən uşaqlar kütlə ilə çaşır, 4 bölünsün 2 falan yazır, cavabı 2 götürür, amma olmaz. 2, 2 də 1 olmaz. Deməli, mən yazdım delta P1 də F vur T'dir. Delta P2 də yazsam olacaq F vurulsun T. Hər ikisi F vur T olduğuna görə nisbət neçə eləyəcək? 1 eləmiş olacaq. Sonra uşaqlar, biz demişik ki, divara dəyib qaydası, ümumiyyətlə delta P-ni tapmaq üçün P2-dən P1-i çıxırım. Amma vektorial kəmiyyət olduğu üçün sağa gedəndə müsbət, sola gedəndə mənfi götürürəm. Məsələn, müsbət çıxılsın mənfi. Mənfidən mənfi çıxanda mötəzəyə vuranda olacaq toplama. Yəni P2 üstə gəlsin P1. Yəni divara dəyib qaydanda P2 üstəlik P1 olur. İndi baxıram nə?
divara təsir edən bir qüvvə impulsunu hesablayaq. Divara təsir edən qüvvə impulsu o deməkdir ki, yəni cismin impuls dəyişməsini tapaq. Yəni hansı impulsa dəyişsə, həmin impulsa da qayıtsa, o zaman delta P bərabərdir P üstəgəl P. Cavab edəcək 2P. B variantı. Davam edirik. Deməli nədir burada? Deyir ki, 2 hissəyə ayrılan cismin ikinci cismin sürəti necə təyin olunur? 2 hissəyə ayrılan cismin ikinci hissəsinin sürəti necə təyin olunur? Əslində belə olmalıdır. İmpulsun saxlama qanununa görə bu tərəfə belə gedirsə, bu da bu tərəfə V2 sürətini hərəkət edəcək. Onda olacaq ki, belə M1 V1 bərabərdir M2 V2. Bu impulsun saxlama qanununa aiddir. İmpulsun saxlama qanununa görə ilk impuls son impulsla bərabər olmalıdır. Yəni belə deyim də yeşinlə bərabərləşməlidir. Buradan V2-ni soruşur. Olacaq onda M1 V1 bölünsün M2. Cavab olacaq B variantı. Deməli nədir burada? OX oxu üzrə hərəkət edən cisimlərə təsir edən qüvvələrin proyeksiyasının koordinatının zamanı qraf verilmişdir. Cisimlərin gördüyü işləri hesablamalıyıq. Deməli, OX oxu istiqamətində hərəkət edən cisimlərə təsir edən. Deməli, hər birini yer dəyişməsi ümumiyyətlə işin üstünə tərdir. F vurulsun X-ı, düzdürmü? Hər biri sıfırdan başlayıb müəyyən X qədər yol gəlir. Deməli, X-ları nədir? Eynidir. Baxıram ki, bizdən iş soruşur da. Müəyyən qüvvənin təsiri ilə cisim elə ki, buradan götürmüşəm A nöqtəsindən, gətirmişəm B nöqtəsinə. İstəyirsən 1 ilə gəl, istəyirsən 2 ilə gəl, istəyirsən 3 ilə gəl. Yekun olaraq bunların gördüyü iş hamısı bir-birinə nə olmalıdır? Bərabər olaraq qəbul etməliyik. Bu formada. Davam edək. Sonra məsələn 22-ci suala baxaq. Bir gücün zamandan asılı qrafiki verilmişdir. 10 saniyə ərzində cismin gördüyü işi hesablayaq. Gücün disponentərdir. N bərabərdir. A bölünsün T. Görülən işi tapmaq üçün A bərabərdir. N vurulsun T. Hasil varmı? Var. Plus qrafik də varmı? Bəli, o da var. Onda qrafik və hasil varsa biz sahə tapmalıyıq. Deməli, bax bu xəttin altında qalan sahəni tapmalıyıq. Burada iki dənə fiqura ayıraq. Bunların sahəsini tapsaq daha rahat olur. Birinci bu trapesiyanın sahəsini tapıram. Yazıram S1 bərabər kiçik oturacaq 5, üstəgəl böyük oturacaq 9, bölünsün 2 vurulsun 5. 14 bölünsün 2, 7, 7 vur 5, 35. Deməli birincini tapdım ki 35. İkincini hesablayıram. S2 bərabər kiçik oturacaq 4, üstəgəlsin böyük oturacaq 9, bölünsün 2 vurulsun 5. Bu da eləyir 13 bölünsün 2, 6.5. Onu da 5'ə vuranda eləyir 30. Düz mü yazdırdım? 13'ü yaxşı laf belə eləyək. Bir saniyə. 13 vurulsun 5 eləsin 65. 65'i də bölürəm 2'yə eləyir 32.5. Aha. Deməli birini tapmışam 35, birini tapmışam 32.5. Cəmləsəm ümumi olacaq 67.5 dol. Məsələn, yuxarıki sadə formaladır. A bərabərdir yenə N vur T-dirsə, hasil tapacam. 5 vurulsun 2, cavab eləyəcək 10. Sadəcə, burada kilovatla verilib. Biz bu tapdığımız oldu kilovat. Yəni, onu da çevirsəm olacaq 10.000 watt. Bunu da qısacası biz necə yaza bilərik? 4 vurulsun. Yox, 4 yox, ET4. Mən cavaba baxıb 4 deyirəm. 10 üstü 4 watt olmuş olacaq. 10 üstü 4, 10 üstü 4 joule izləyirsən. İşin vahidi joule'dur. Davam edirik. Məsələn 28. Bir hansı halda ağırlıq qüvvəsinin gördüyü iş mənfidir. Deməli, ağırlıq qüvvəsinin işinin mənfi olması üçün ağırlıq qüvvəsi həmişə hara yönəlir? Aşağı. Ağırlıq qüvvəsinin işinin mənfi olması üçün cisim hara getməlidir? Yuxarı. Yəni, haradan başlayıbsa, oradan yuxarı getməlidir. Deməli, A variantına baxıram ki, buradan başlayıb qalxıb yenə bura düşür. Deməli, burada iş nədir? 0. Deməli, A getdi. Bax, D variantına baxıram. Bu nöqtədən başlayıb, gəlib buradan təzədən qayıdır həmin nöqtəyə. Deməli, D-də iş 0-dır. İndi baxıram nəyə? B variantına. Buradan başlayıb gəlib bura. Yəni, yekun olaraq bir mərtəbə qalxıb yuxarı. Deməli, mənim işimin mənfi olduğu elə budur. D variantına baxıram ki, buradan düşüb 2-yə, aşağıdakı 0-a, sonra təzədən qalxıb bura. Yəni, aşağı bir mərtəbə düşüb. Aşağı düşübsə işimiz müsbətdir. Bizim işimiz mənfi buradaydı. Burada baxıram ki, aşağıdan yuxarı qalxıb. Bu necə bir məsələdir? Yuxarıdan aşağı düşüb, aşağıdan yuxarı qalxıb. Bu, ümumiyyətlə, burada nəsə səhv var.
Bu da ola bilməz təbii ki, belə bir məsələ. Yəni yekun cavab olaraq B variantı. Yəni doğru cavabımız onsuz da var. Sadəcə mən Y variantı nə demək istədiyini başa düşmədim. Aşağıdan yuxarı qalxıb, yuxarıdan aşağı düşmür. Deməli ağırlıq kütləsi harda sıfırdır desə, deməli sıfır olması üçün sıfır olması üçün eyni yerə qayıtmalıdır. Ağırlıq kütləsi işi sıfır olması üçün eyni yer. Konservativ qüvvədir və yəni başlanğıc da son nöqtəyə baxacağam. Sıfır olması üçün eyni nöqtəyə düşməlidir. Qalxdı, düşdü. Deməli biri bu. Üfüqi səthdə hərəkət elədi, ağırlıq kütləsi aşağı oldu, 90 dərəcə oldu, iş sıfırdır. Doğrudur. Buradan gəldi, təzədən həmçi yerinə qayıtdı, doğrudur. Buradan qalxdı, düşdü həmçi yerinə, doğrudur. Buradan gəldi, bura düşdü, artıq bu səhvdir. Bir mərtəbə nə edib? Aşağı düşüb. Artıq burada iş müsbətdir. Bizdə deyir ki, işi sıfır. Cavab olacaq onda. 1, 2, 3, 4. Yox, 1, 2, 3, 5. 1, 2, 3, 5 Y variantı. Devam eləyək. Sən görək. Əldə nədir? Əl üçdə. Deyir kütlə blok vasitəsilə bərabər sürətlə qaldırılan yükün impulsunu bizə verib 50-dir. İpin sərbəst ucu 10 saniyədə 20 metr yerləşmə etdiyi məlumdursa, yükün kütləsini hesablamalıyıq. Deməli uşaqlar, bizə ipin getdiyi yolu və zamanı veribsə, mən ipin sürətini tapa bilərəmmi? Və ip bərabər S böl T, yəni 20 bölünsün 10, elədi neçə? 2. Və tərpənən blok olduğuna görə ipin sürəti 2-dirsə, yükün sürəti neçə olmalıdır? Və yük bərabərdir 1 metr bölünsün saniyə. Yaxşı, impuls nə qədər verib? 50. Onda mən kütləni tapacağam. M bərabərdir P bölünsün V. Cavab eləyəcək 50 kiloqram. Cavab olacaq Y variantı. Formada. Yaxşı. Mütləq qeyri-elastik toqquşmadan sonra eyni kütləli kütləşlərdə ikincinin sürətini hesablayaq. Uşaqlar, mütləq qeyri-elastik deyirsə, demək bu çini toqquşub hərəkət eləyəcək. Yəni bir yerdə hərəkət eləyəcəklər. Qarşı-qarşı hərəkət edən zaman biz impulsları necə çıxırdıq? Yazırdıq M1 V1, yəni 5 vurulsun 2 10, çıxılsın 2 vur 4 8, bölünsün sistemi kütləsi 2 üstəgəl 4, bu da elədi 6. Yaxşı, olacaq onda 2 bölünsün 6, cavab eləyəcək 3də 1. Burada məsələn özündə problem var. Deyir ki, mütləq qeyri-elastik toqquşmadan sonra eyni kütləli deyil, amma kütlələrin özünüz onsuz da fərqli verib. Yəni ona görə məsələdə yenə səhv eləmirəmsə dünən yastırağa gün məsələn bir də işləmişdik elə. Orada da həmçinin demişdik. Yəni burada biraz problem var. Yəni normalda cavab olmalıdır 1 bölünsün 3. Baxıram nəyə? 65-ci sual. Deyir ki, qapalı sistemin potensial enerjisinin kinetik enerjisinin asılı qrafiyi verilmişdir. A nöqtəsinə uyğun kinetik enerjini hesablayaq. Uşaqlar, bu 60 joule potensialı maksimal qiymətidir. Potensialı maksimal ilə kinetikin maksimalına bərabərdir. Yəni burada 60 olmalıdır və bu tam enerjinin qiymətidir. Yəni bu 60 joule'lar bizə verir nəyi? Tamı. Və biz bilirik ki, tam enerji kinetiklə potensialı nəyinə bərabərdir? Cəminə bərabərdir. Yəni tamı 60 verir. A nöqtəsi üçün potensialı bizə verib 50. Onda kinetik üstə gəlsin 50. Onda kinetik nə qədər olacaq? 10 joule olmuş olacaq. Cavab olacaq A variantı. Davam eləyirik. Bir dənə vahid işləyək. 80. Deyir ki, joule bölünsün Newton. Joule işin vahididir. İşin yerinə yazıram A bölünsün N. Bərabərdir. A-nın yerinə mən F vur S yaza bilərəmmi? Newton da yerinə bir dənə F yazsam, F xəsə gedəndə yerdən nə qalır? S. Yəni gedilən yol. Yəni məsafə. Cavab olacaq A variantı. Və yaxud da 81-ci məsələyə baxıram. Yazıb joule bölünsün metrin kvadratı. Mən ona joule'un yerinə yazıram A bölünsün böyük S. Amma sahədir. Bunu qarışdırmışsın kiçik S-lə. A-nın yerinə yazıram F vurulsun kiçik S. Bunun yerinə böyük S. Bu S-in canında metr kvadratıdır. Bunun canında metrdir. Onda bunun biri ilə bu biri gedəndə qalır nə? F bölünsün S və yaxud da F bölünsün X. Bax, F bölünsün X-i aldıq. Düzdürmü? F bölünsün X bizə nəyi verəcək? Sərtlik. Yəni K-nı. Bu formada. Davam eləyirik. Deməli, bunların bir kütlələri eynidir. Bu da M-dir, bu da eynidir. Toqquşandan sonra sürəti hesablamalıyam. Qeyri-elastik deyişə gəlib birləşəcəklər bunlar. Deməli, yazıram V bərabərdir. İkincinin impulsu 0 olduğuna görə yazıram M1 V1 bölünsün M1 üstəgəl M2.
Onda M1'in yerinə yazıram M vurulsun 5 bölünsün. Hər ikisi də kütləsi eyni olduğuna görə yazıram 2M. M-lər qısa gedəndə qalır nə? 5 bölünsün 2 cavab edəcək 5 metr bölün 2.5 metr bölünsün saniyə. Bax 93. Mən impuls saxlama qanunu yazmışdım buna. P tüfəng, M tüfəng, yox, V tüfəng, M tüfəng bərabərdir V güllə, M güllə. Yəni silahın təpməsi vardı. Yəni hərbi hissələrində gedən şagirdlər daha yaxşı biləcəklər ki, deyir, silahdan atəş açan zaman silahı sinəyə sıxmaq lazımdır. Niyə? Çünki məsafə saxlasan sındıra bilər. Çünki impulsun saxlama qanununa görə ki, silah özü geri təpməsi olur. Bir topdan üfüqi istiqamətdə 400 metr bölü saniyə sürətlə 3 kiloqram kütləli mərmi atılır. Deməli, mərminin impulsunu hesablayıram. P mərmi bərabərdir 400 vurulsun 3. Bərabər olacaq 1200. 1200. Deməli, bu zaman silahını hesablamalıyam. Silahı atəş zamanı topun aldığı sürət 2 metr bölü saniyə olarsa, atəş zamanı topun atıldığı sürət 2 metr bölü saniyə olarsa, onun kütləsi 2 kiloqramdır. Üfüqi mütləq müstəsəl 3 kiloqram kütləli mərmi atılır. Bir də dəqiqə topun atıldığı sürət. Burada bircə saniyə nəsə anormallıq varmı, yoxmu? Baxaq ona. Deməli, topdan üfüqi istiqamətdə 400 metr bölü saniyə sürətlə 3 kiloqram. Elə bir ki, bu topdur. Buradan top özü, bu özü topdur. Topdan üfüqi istiqamətdə 400 metr bölü saniyə sürətlə 3 kiloqram kütləli, 3 kiloqram kütləli mərmi atılır. Atış zamanı topun aldığı sürət. Deməli, bu mərminin özünün sürəti 400'dür. Topun aldığı sürəti isə 2 metr bölü saniyədir. Deyir ki, topun kütləsini hesabla. Onda dedi ki, bunun impulsu ilə topun impulsu birbirine bərabər. Topla mərmi, top deyəndə adam biraz çaşır. Bu silahın özü topdur. Bu isə mərmidir. Aha, onda olacaq ki, 2 vurulsun M bərabərdir 3 vurulsun 400. Onda M bərabər olacaq 600 kiloqram. Deməli, o silahın özünün kütləsi, topun özünün kütləsi nə qədər imiş? 600 kiloqram imiş. Deməli, davam edirik nə ilə? Mexaniki rəqslər və dalğalar. Bir saniyə baxaq görə kimlər var hələ davam edir bizdən dərsdən. 1-2 nəfər də ayrılıb bizdən. Aha. Deməli, onsuz da indi 10-cu və 11-ci siniflərə mexaniki rəqslər və dalğalar və aerohidrostatika düşməyəcək. Yəni, istəyən oturub dinləyə də bilər, istəyən çıxa da bilər, yəni 10-cu siniflər içində. 11-lər isə axıra qədər dinləsə daha yaxşı olar. Çünki bu mövzuların düşmə ehtimalı daha çoxdur bu dəfə imtahanda. Onun ilk olaraq biz aerohidrostatikanı təkrar edəcəm. Yəni, Arximedi falan baxacam. Ondan sonra qaydacam mexaniki rəqslərə və dalğalara. Deməli, davam edək aerohidrostatika. Əla. Deməli, baxaq, görək, haradan başlayaq, nə işləyək, nə eləyək. Məsələn, 12-ci sual. Deyir, eyni həcmə malik 3 cisim mayedə yerləşir. Doğru münasibətləri göstərməliyik. Eyni həcmə malik 3 dənə cisimdir. Deyir, cisimin sıxlıqları arasındakı münasibət. Deməli, C batıbsa, ən böyük sıxlıq hansınındır C-nin? B mayenin daxilində üzürsə, B ilə mayenin sıxlığı bir-birinə bərabərdir. Rho B, o da böyükdür nədən? Rho A. Deməli, hər cisim səthdə üzürsə, demək onun sıxlığı ən azdır. Deməli, cavabımız olacaq C böyükdür B-dən, o da böyükdür A-dan. Cavab olacaq B variantı. Sonra, hansı qablarda mayenin çəkisi qabın dibinə göstərilən təzyiq qüvvəsindən böyükdür? Qabların oturacaqlarının sahəsi və mayələrin hündürlükləri eynidir. Uşaqlar, çəkinin ağırlıq qüvvəsindən böyük olması üçün qabımız bu formada olmalıdır ki, kənardan hava basıncı, türklər deyir hava basıncı, yəni bizdə deyir ki, havanın təzyiqi olmalıdır ki, hava özü də təzyiq göstərməlidir ki, burada müəyyən bir ağırlıq yarana bilsin. Baxıram ki, bu formada olan qabım harda var? Deməli, biri 4'dür. Biri isə neçədir burada? 7'dir. Bax, cavablarımız olacaq. Biri 4, biri isə 7 olmuş olacaq. 4 və 7 cavab olacaq Y variantı. Bu, məsələn, 19-cu sual maraqlı sualdır. Elə bu yaxınlarda işləmişik bu sual aslında. Təkrar bir dəfə də baxmaq istəyirəm bu suala. Deyir ki,
Bu formada bir qabdır və bura qədər su ilə doludur. A nöqtəsinin təzyiqinin deyir B nöqtəsinə olan təzyiqə. Biz bilirik ki, təzyiqin düsturu P bərabərdir rho J H-dır. Eyni mayedir, eyni J'dir. Bunu qoydum kənara. Təzyiqə baxmaq üçün H-a baxmalıyam. A nöqtəsindən üfüqi xətt çəkirəm. Üstdən bir dənə üfüqi xətt çəkirəm. Bunlar arasında qalan məsafə H-dır. Onda PA üçün yazacağım olacaq rho J H. Bəs B nöqtəsi üçün baxıram. İndi B nöqtəsindən bir dənə xətt çəkirəm. Buradan üstə qədər olan məsafə 1, bu H-dır. Bir də buradan bura qədər olan 0,2 H-dır. Cəmləsəm, ümumi H olacaq nə qədər? 1,2 H. Onda PB nöqtəsi üçün olacaq 1,2 rho J H. İndi bir də deyir ki, A bölünsün B. PA bölünsün PB. Olacaq onda. H bölünsün 1,2 H. Bu da eləcək bizdə 6'da 5. Cavab olacaq B variantı. Sonra, bax, bu sualı xatırlayarsınız. Demişdim ki, yadınıza gəlirsə, ağzı açıq qablarda göl olsun, dəniz olsun, okean olsun. Bu tip məsələlərdə tam təzyiq 1 rho J H mayenin təzyiq olur. Bir də P atmosfer olur. İndi baxın uşaqlar. Və biz buradan belə bir nəticə gəlmişdik ki, H 10 metr dərinlikdə olanda təzyiq 2 dəfə. H 20 metr olanda 3 dəfə. H 30 metr olanda 4 dəfə. H 40 metr olanda 5 dəfə, H 50 metr olanda isə 6 dəfə artım baş verdi. İndi ki, hansı dərinlikdə 5 dəfə çox olur? Baxıram, 5 dəfə çox olması neçə metr dərinlikdə olmalıdır? 40 metr dərinlikdə olmalı. Cavabımız C variantı. Biz bunu hardan bilirdik? Atmosfer təzyiqi 10 üstü 5 olsun. Bunu qoydum qırağa. Bax, rho'muz 1000, yəni 10 üstü 3. J'miz 10. Vurulsun. H-ın yerinə neçə qoysam, yekun cavab 10 üstü 5-dən 4-5 dəfə çox olar. Mən 40 qoysam, İndi baxıram, hesablasam neçə eləyəcək? 40'ın yanında 1 0, 1 0, 1 0. O da 4 vurulsun 10 üstü 5, üstə gəl 10 üstü 5. Eləyəcək. 5 vurulsun 10 üstü 5. Yəni atmosfer təzyiqinin neçə dəfə çoxdur? 5 dəfə. Hansı dərinlikdə? 40 metr dərinlikdə. Yəni bunu qısa qayda şəklində yadda saxlaya bilərsiniz. Deyir, kütləsi 30 kiloqram olan cisim mayedə üzdür. Sıxlığı 3 dəfə çox olan mayedə. İndi bax, elə bir ki, bu mayedə bir cisim üzdür bu formada. Bir sıxlığı 3 dəfə çox olan mayedə. Yəni mən suyun içərisində pesok əlavə edib bunun sıxlığını artırsam, yenə cisim neyləmiş olacaq? Biraz səthə qalxaraq başlayacaq neyləmək? Üzməyə. Yəni hər iki halda Arximed üzürsə, mg nə olur? Bərabər. Yəni hər iki halda istəyir sıxlığını artır, istəyirsən azalt, Arximed qüvvəsi dəyişməyəcək. Yəni cavab olacaq 300 Newton. Şagirdlərin səhv elədiyi nədir? Deyirlər ki, Arximed qüvvəsini düsturu, rho maye, J və batan. Və deyir ki, müəllim, sıxlığı 3 dəfə artırmışam da. Sıxlığı 3 dəfə artıranda Arximed 3 dəfə artmalıdır. Əvvəl 300 idi, 3 dəfə artıranda 900. Xeyr. Elə yox. Sən sıxlığı 3 dəfə artırmışsansa, cisimi biraz da səthə çıxaldacaq, həcm azalacaq. Yəni sıxlıq artanda, mayenin sıxlığı artanda cisimin batan hissəsinin həcmi azalır. Nəticədə Arximed dəyişməyəcək uşaqlar. Aydındır, bu formada olacaq. Bax, məsələn, 48-ci sual işləyək. Bir 40 Newton qüvvənin təsirlə mayedə 48 kiloqram olan cismi tarazda saxlamışdır. Cismin sıxlığı mayenin sıxlığına nisbətini hesabla. Yəni, rho cisim bölünsün rho mayeni biz hesablamalıyıq. Baxıram nəyə? Qüvvəm 40'dır. Onda eyni ipdə eyni gəlməlidirsə, burada 40'dır, burada 40'dır, burada 40, burada 40. İndi yuxarı nə qədər oldu? 1, 2, 3, 4. 4 dənə 40'ım oldu 160. Mən yuxarı bir dənə 160'ım var. Cisim suyun içindədir. Yuxarı bir dənə F Arximedim də var. Üstə gəl F Arximed. Bərabərdir aşağı nəyin var? Mg qüvvəsi var. Bərabərdir Mg. İndi burada nə edəcəm mən? Yazacam onda. F bizə saniyə. Dəngimizi belə dəyişək. Deməli yazacam nə? Mg sıxılsın F Arximed bərabərdir 160 Newton. Mg-ni açıram mən necə? Ha, kütlə də verib bizə. Nə gözəl. Kütlə də verib bizə. Onda elə mg olduğu kimi qalsın. Arximedi açıram necə? Rho maye J V batan tam batdığına görə V bərabərdir. M bölünsün. Rho cisim yaza bilərəmmi? M bölünsün rho cisim. Bərabərdir 160. İndi baxıram uşaqlar. Burada da mg var. Burada da mg var. Düzdürmü? Mötəzə xəttini çıxarıram. Mg'miz 48, 480 idi. 480
Çıxardım ötəqə. Oldu 1 çıxılsın. Rho maye bölünsün rho cisim bərabərdir 160-a. Onda 1 çıxılsın. Rho maye böl rho cisim bərabərdir 160 bölünsün 480. Bu dedik 3'də 1. Onda olacaq rho maye bölünsün rho cisim bərabərdir. 1 çıxılsın 3'də 1. Bu dedik 3'də 2. Bizdən isə rho cisim böl rho mayeni istəyir. Bu da bunun tərsi olacaq. Cavab olacaq 3 bölünsün 2 1.5. Cavab olacaq A variantı. Sonra gələn bura. Eyni həcmli. Eyni həcmli. Hamısı V-dir. V. Suya salınmışdır. İplərdə yaranan gəlmə qüvvələri arasındakı hansı münasibətlər olardır? Bir dənəsi üçün mən qüvvələri göstərirəm. Aşağı nə var? MJ. Yuxarı nə var? F Arximed nə T? Yazıram. T üstə gəl F Arximed bərabərdir MJ. Buradan T-ni tapmaq istəsəm olacaq MJ çıxılsın F Arximed. Qalan hər birinin gərilməsi eyni olduğu, həcmdə eyni olduğuna görə Arximed qüvvəsi hamısında eyni olacaq. Deməli, gərilmə qüvvəsi ilə birbaşa nədən asılıdır? MJ-dən. Yəni kütləsi çox olanın kütlə ilə düzgün tənasib gəlməsi də nə olacaq? Çox. Onda 3 böyükdür, 2 böyükdür 1-dirsə, olacaq T3 böyükdür, T2 böyükdür, T1. Elə baxaq buna. Bu çaşdırıcı sualdır. Bir kip bağlı qab yarıya qədər su ilə doludur. Qabı tərsinə çevirsəm nə baş verəcək? Gəlin çevirək. Şəkli bir təsvir eləməyə çalışaq. Şəkli təsvirə çevirsəm, təbii ki, mayının aşağı hissəsi gen olduğuna görə onun hündürlüyü nəmiş olacaq? Azalmış olacaq. Əvvəldən hündürlüyün bu qədər idi. İndi hündürlüyü bu qədər oldu. Hündürlük azaldı. Hündürlük azaldığına görə P bərabərdir. Rho, J, H düsturuna görə hündürlük azaldığına görə P necə azalacaq? Deməli, hidrostatik təzyiq, yəni mayenin təzyiqi azalar. Bir doğrudur. Hidrostatik təzyiq artar deyil, 2 səhvdir. Orta təzyiq azalar, bu da səhvdir. İndi orta təzyiqlə ümumiyyətlə baxmırıq biz. Gəldim. Baxaq. Orta təzyiq əslində sizlər keçirilmir. Sadəcə mən deyim, təzyiq qüvvəsi ilə bağlı sual olacaq. Təzyiq qüvvəsinə baxacam. Təzyiq qüvvəsi yoxdur. İndi orta təzyiq nədir? Orta təzyiq deməli qabın dibinə göstərilən təzyiqlə ən yuxarıda göstərilən təzyiqin ədədi ortasında belə götürüləndə. İndi baxıram nəyə? Əvvəl orta təzyiq, P orta təzyiq olacaqdı belə. Ümumi götürürəm rho, J, H bölünsün 2. İkinci, bu birinci için yazıram. İkinci halda olacaqdı P orta təzyiq bərabərdir. Rho, J, H iştirik bölünsün 2. Mən baxıram ki, H iştirik H-dan nədir? Azdır. Bu azaldığına görə orta təzyiqlər nə edəcək? Azalmış olacaq. Qabın divarına göstərilən orta təzyiq azalmalıdır. Qabın divarına göstərilən orta təzyiq azalar. Bu da olacaq 1-3. Cavab olacaq 1 və 3 cavabını götürmüş olacaq. Davam edirik. 58-də baxaq. Bir A qabındakı su B qabına tökülərsə nə baş verər? Qalar biz bilirik ki, elə bir ki bu nədir? Bu stəkandır, daruzun, enli isə nəlbəkidir. Loru dildə desək. Deməli biz stəkandan nəlbəkiyə suyu tökəndə su ya artmır, ya azalmır. Düzdürmü? Yəni həcm nə olmalıdır? Sabit. VA bərabər olmalıdır VB-yə. Deməli A qabının həcmi nə qədərdir? A qabında olacaq ki, əvvəlcə hündürlüyü götürürəm H. Olacaq onda S vurulsun H, böyük H götürək. İkinci halda isə 3S vurulsun H iştirik götürürəm. Təbii ki, bura tökəndə bunun hündürlüyü neyləmiş olacaq? Azalmış olacaq. Baxağa görə, indi S-lik istar getsə, H iştirik bərabər olacaq. H bölünsün 3. Yəni hündürlüyü 3 dəfə neyləyəcək? Azalacaq. Qalar, əvvəlcədən A halında PA olacaq. Rho, J, böyük H. PB qabında isə olacaq. Rho, J, H bölünsün 3. Demək, hidrostatik təzyiqliyi nədir? 3 dəfə azaldı. Təzyiq 3 dəfə azalar. Demək, sonra baxaq görə təzyiq qüvvəsi. Təzyiq qüvvəsi, indi bəyazda da, P bərabər, istəsəniz bunu düsturla ispat edə bilərik. P bərabərdir. F bərabər daha doğrusu. P vurulsun S yazaram. İndi baxın inşallah. Birinci halda elə P vurulsun S kimi götürək. İkinci halda isə, ikinci hal üçün yazıram. F2 bərabərdir. P'min 3 dəfə azaldı. Sahəm isə 3 dəfə artdı. Nəticədə qısa gedəndə yenə P vur S qaldı mı? Yəni, qüvvə dəyişməz olaraq qalmış oldu. Cavab olacaq 1 və 3. Yəni, sən qabın mayını bu formada töksən, yəni mayının kütləsi neynəməyəcək? Dəyişməyəcək. Aydındır bu formada. Davam edirik.
Məsələn 65-ci sualla deyir ki, A-dan B-yə gətirmişəm, B-dən C-yə, C-dən D-yə. Arximed qüvvəsi haqqında, Arximed qüvvəsinin daha doğrusu gördüyü iş haqqında fikirləşək. Deməli biz bilirik ki, Arximed qüvvəsi həmişə hara yönəlir? Yuxarı yönəlir. Deməli A-dan B-yə cisim də yuxarı qalxdığına görə Arximed qüvvəsinin gördüyü iş nə olacaq? Müsbət olacaq. Deməli AB hissəsində Arximed qüvvəsi müsbət iş görər. Deməli 1-ə A. Ağırlıq qüvvəsi isə həmişə aşağı yönəldiyinə görə AB hissəsində iş mənfi olacaq. Deməli ağırlıq qüvvəsi isə mənfi iş görmüşdür. Elə bir cavab varmı? Bəli, D variantı. Gedək BC hissəsində. BC hissəsində Arximed yuxarı, MC aşağı. Hər ikisi hərəkətə perpendikular olduğuna görə, yəni ya yuxarı getməyib, ya aşağı getmədiyinə görə hər ikisinin gördüyü iş sıfırdır. Yəni ağırlıq və Arximed qüvvəsinin gördüyü iş sıfır olmalı. Yəni iş görmür. Yəni 2-də olacaq Y variantı. Aşağı düşəndə indi. Aşağı düşəndə Arximed mənfi olacaq. B. Ağırlıq isə müsbət olacaq C. Bu məsələdə bu formada işlənmiş olacaq. MK ilə keçmirik. Yaxşı, bir dənə də buna baxaq. Bernoulli qanunu. Qərarlaşmış axın zamanı borunun en kəsiyinin sahəsi 2 dəfə azalarsa, boruda axan mayenin həcmi necə dəyişər? Azalarsa, indi baxaq bir-bir cavablara. Uşaqlar, biz bilirik ki, həcm dəyişmir. Elə Bernoulli qanunu həcmin dəyişməməzliyindən, yəni axın kəsilmir də, yəni gələn həcm hamısı keçməlidir. Yəni həcm sabit olmalıdır. Yəni bir səhvdir, 2 doğrudur. Və biz buradan demişdik ki, elə onda S1 vur H1 bərabərdir S2 vurulsun H2. Sonra H özü VT ilə olduğuna görə yazırdım S1 vur V1 bərabərdir S2 vurulsun V2. Yəni sürətlə sahə tərs mütənasibasıdır. Yəni en kəsiyin sahəsi 2 dəfə azalıbsa, borda axan mayenin sürəti 2 dəfə artar. Şöyle statik təzyiqdir, dinamik təzyiqdir, bunlar sizə düşmür. Yəni bunlardan narahat olmayın. Cavab olacaq 2 və 3 olaraq qəbul etmiş olacaq. Davam eləyək, görək başqa nə işləyə bilərik biz buradan. Şöyle belə bir sual düşsə sizin qarşınıza 25. Deməli, stəkan su ilə birlikdə sərbəst düşür. Suyun stəkanın dibinə göstərdiyi təzyiq qüvvəsini dəyişər. Sərbəst düşən zaman təzyiq qüvvəsi, yəni qabın dibinə göstərən təzyiq qüvvəsi 0 olacaq. Çünki çəki nə olur orada? 0 olur. Ona görə də 0-a qədər azalar cavabını götürməlisiniz. Mütləq və mütləq. Yəni sərbəst düşən sözünü görsəz, yəni burada səthə göstərən təzyiq qüvvəsi ilə çəkidir. Çəkidə həmişə nə olurdu? 0-a bərabər olmuş olurdu. Maye tam batırılmış cismin Arximed qüvvəsində nasıldır? Bir, mayenin həcmində. Xeyr. Mayenin sıxlığından asılıdır və cismin batan hissəsinin həcmindən asılıdır. 2 və 4 olaraq cavabı götürmüş olacaq. Qaldı bir dənə sonuncu mexanik reaksiya və dalğalar mövzumuz. Bu mövzunu da inşallah təkrar eləyirik. Onunla da dərsimizi yekunlaşdıracağıq. Baxaq. Deməli, bunlar açıq tipli suallar. Hardan istəyirsiniz oradan baxaq. Maşallah, bunun testləri çoxdur. Hərəkət tənliyi. Yaxşı. Elə 118-də baxaq. Deyir ki, x-ın tənlik quraq. X bərabərdir. Biz normalda x-m funksiyaları ya sinusla ya kosinusla yazacağıq. Məsələn, x-m sinus omega t də yaza bilərik. Kosinus omega t də yaza bilərik. Bunun heç bir fərqi olmayacaq. Yaxşı, bir baxaq. Bir sərtliyi 400-dür. 1 kiloqram yük ilə 2,5 Newton sıxılır. Deyir ki, yükün təsiri ilə 2,5 sm sıxılmışdır. Deməli, x-imiz, x maksimal nə qədər sıxılıb? 2,5. Onda bunu da metrə çevirsəm, olacaq 0,025 metr. Deməli, qarşıdakı ədədimiz 0,025 olmalıdır. Elə bir dənə variantımız çıxır, cavab olacaq nə? Y variantı olmuş olacaq. Sonra 113 deyir, enə dalğanın 1-ci və 4-cü təpələri arasındakı məsafə 15 metrdir. İndi baxıram nəyə? Dalğa bu formada yayılan zaman, deməli bu formada, bu olsun 1-ci təpə, 2-ci təpə və 3. Bu da olsun 4. Deyir ki, 1 və 4. Bunlar arasında 1, 2 və 3. Bunlara biz dalğa uzunluğu demişdik. Deməli, 1 və 4-ün təpə arasında 3 dənə dalğa uzunluğu yerləşir və 3 dənə dalğa uzunluğu bizə verib 15 metr. Onda dalğa uzunluğu tapacağım ki, mən 5 metr edəcək. Dalğanın yayılma sürəti isə 50 metr bölünsün saniyədir. Onda tezliyi hesablasam. Deməli, normalda lambda bərabərdir V vurulsun T'dir. Bu da olacaq V bölünsün nü. Nü bərabər olacaq uşaqlar V bölünsün lambda. Yəni
50 bölünsün 5 cavab eləcək 10. Cavabımız olacaq C variantı. İndi bax, ikinci və 6-cı təpəsi arasında 2-dən başlasam 6-ya qədər, bax 6-ya qədər geçsəm. 1, 2, burada 5, bu da 6. 1, 2, 3, 4. Deməli 4 dənə lambda olacaq bizdə 10 metr. Onda lambda nə qədər olacaq? 2,5 metr. Cavab olacaq A variantı. Yəni belə sual düşəndə bu formada yazacaqsınız. Bax 116 düşüb. Bizə deyir ki, harmonik rəqsin hərəkət təcilinin düsturu budur. Rəqsin amplitud məsafəsini hesablamalıyıq. Deməli nədir uşaqlar? A maksimal nəyə bərabərdir? XM omeganın kvadratı, düzdürmü? Bizdən XM axtarırıq. XM bərabərdir A maksimal bölünsün X omega. Omeganın kvadratı daha doğrusu. Omeganın kvadratı. A maksimal bizdə 2-dir. Qarşıda duran ədəddir. Omegamız isə pi bölünsün 3-dür. Pi'ni də inşallah 3 verir. 3 bölünsün 3 1 eləyir. Yəni 1'in kvadratı ilə 1 eləyir. Onda 2 bölünsün 1 cavab olacaq 2 metr. Yaxşı. 115'də bizə deyir ki, təcilinin maksimal qiyməti tap. İnşallah 2 üsulla yaza bilərik bunu. Ya A maksimal bərabərdir V maksimal vurulsun omega yazacağıq. V maksimal 0,5 vurulsun omegamıza 20 pi. Pi'ni də 3 verdiyinə görə 60 deməkdir. Vurulsun 60. Eləyəcək bizdən neçə? 30. Və yaxud da uşaqlar, biz bilirik ki, təcil tapmaq üçün sürətdən törəmə almaq lazımdır. 0,5 vurulsun 20 pi çıxır qabağa. Olur 20 pi vurulsun kosinus 20 pi t. Və maksimal burada qarşı duran ədəddir. Bunu yenə bir-birinə vuranda cavab eləyəcək neçə? 30. Cavab olacaq B variantı. %99. Biz bu mövzuda 2 dənə səbət ayırmışdıq ki, səbətlərimiz nətər idi? Səbətlərin birində potensial idi, X maksimal idi, qüvvə idi və təcil idi. Digər səbətdə isə kinetik enerji idi, sürət idi, impuls idi. Bunların biri maksimal olanda, yəni bu digərləri nə olurdu? Minimal olur. İndi baxıram deyir ki, harada potensial enerji ən kiçikdir. Potensial enerjinin ən kiçik olması üçün X-in ən kiçik qiyməti lazımdır. X-in ən kiçik. Burada B və D nöqtəsində X nədir? 0'dır. Onda cavabımız olacaq B və D. Ən böyük hissəsə A, Y və C götürəcəkdik. Sonra riyazi rəqqas. Riyazi rəqqasın düsturu nətərdir? 2 pi kök altında L bölünsün J. İndi bizə nə deyir? Deyir, yükün kütləsini 2 dəfə azalsaq. Mən baxıram ki, nə kütlədən burada asılı deyil axı. Kütlədən asılı deyilsə mən nətə əlaqələndirib, heç cür əlaqələndirə bilməzsən, cavab olacaq D variantı. Baxaq uşaqlar, bu rezonans halıdır. Rezonans. Rezonans dərs keçəndə bəzən adam fikirləşir ki, harda lazım olacaq. Amma belə suallarda lazım olur. Deyir ki, rəqqasın tezlik qrafiki bu formadadır. Məxsusi rəqslərin tezliyi neçədir? Məxsusi rəqslərin tezliyi mən baxıram, rezonans halısının tezliyi neçədir? Bizə period istəyir. Bizə tezliyimiz neçədir? 4'dür. Yəni məxsusi. Bu formada 4'dür. Onda nü 4'dürsə periodumu tapmaq üçün olacaq 1 bölünsün 4 cavab olacaq 0,25. Rezonans halında həmişə maksimal hissəyə baxmaq lazımdır. Çünki omega 0'a, T 0'a, nü isə nü 0'a bərabər olmuş olur. Sonra məsələn 95 deyir, hansı səs gürdür? Sonra biz bilirik ki, gürlük nə ilə bağlı idi? Amplitud məsafə ilə bağlı idi. Yüksəklik isə tezlik ilə bağlı idi. İndi məndən gürlük soruşursa, gürlük amplituddur. Hansının qarşısındakı ədəd böyükdürsə, orada da cavabımız böyük olacaq. Deməli, ən böyük, ən gür hansıdır? A variantı. Cavab olacaq A variantı. İndi gürlüğü ən az istəyirsə 96'da cavab olacaq. Yenə A variantı onu götürmüş olacaq. İndi bir də deyir ki, dalğanın tonu, yəni yüksəkliyi ən yüksəkdir. Deməli, yüksəkliyi olması üçün bir tezliyə baxmalıyıq. Tezlik harda böyükdür? Tezlik omega bərabərdir 2 pi nü olduğuna görə omega ilə nü eynidir. Yəni omegası böyük olanın tezliyi də çox olur. Burada 20 pi'dir, burada 100 pi'dir, 200 pi'dir, 3 pi'dir, 3 pi'dir. Ən yüksək 200 pi Y variantı. Artır paralel birləşməsi sizdə artıq düşmür. Sizin proqramınızdan çıxarılıb. XM omega nəyin düsturudur? V maksimal, yəni maksimal sürətin düsturudur. Bir müddətdən digər müddətə keçəndə dalğanın tezliyi dəyişmir, sürət və dalğa uzunluğu isə dəyişir. Bunu yadda saxlayın. Bir müddətdən başqa müddətə keçəndə, səs bir müddətdən başqa müddətə keçəndə, səs məsələn salam deyirəmsə, suyun altında da salamdır, üstündə də salamdır, hər yerdə salamdır.
Amma məsələn sürət və dalğa uzunluğu isə dəyişə bilər. Yəni yayılma sürəti mühitin sıxlığı ilə bağlı olan bir asılılıqdır. Yəni belə bir kəmiyyətdir. Sürət uşaqlar birbaşa sıxlıqla bağlıdır. Yəni sıxlığı çox olanın sürətdə nə olacaq? Daha çox olmuş olacaqdır. Səs lokasiyası zamanı biz yol tapaq. Məsələn bax, bu dayaqdır. Səsi buradan göndərəndə səs gedir divara dəyirdi, bir də təzədən geri qayıdırdı. Onda S bərabər olacaq VT bölünsün 2. İndi bizə nə deyir? Dənizin dibinə göndərilən saniyə 2 saniyədən sonra geri qayıtmışdır. Siqnalın suda sürəti 1500-dür. Yəni 1500 vur 2 bölü 2. Cavab olacaq 1500 metr, yəni 1,5 kilometr olmuş olacaq. Deyir, hansı amplitudlu dalğa daha gürdür? Daha gür olması için amplitud məsafədə ən böyük olmalı. Cavab olacaq 25 millimetr. Bacardığım qədər bütün mövzulara toxunmağa çalışdım. Yenə ən yaxşısı özünüzsüz. Özünüz nə yaxşı, nəyi pis bildiyiniz daha yaxşı bilirsiniz. Ona görə də təkrara ciddi yanaşın. Allah zeynət sırlığı versin uşaqlar. Gecəniz xeyrə qalsın.